Tarixin tozlu yaddaşında bir ad var ki, ona hər baxış eyni nəticə vermir. Şah Abbas. O yalnız bir padşah değildi, həm də bir dövrənin aynasıydı. Bir əldə təsbih, o bir əlində qədəh tutan. Bir gün zahid, bir gün sərxoş kimi görünən bir hökmdar. Kəlbəbbas deyib, təvazökarlıq göstərən, amma eyni zamanda qorxuyla hükm edən bir şah. Onun zamanında insanların zahiri dəyişdi. Bığburmalıq adət oldu. Saqqal qədəğən olundu. Formalar məzmundan önə keçdi. Sarayda 3 qıfıllı otaq var idi. Sırları gizlədirdi. Sədaqətsə tədricən yerini şübhəyə verdi. Qırmızı giydiği gün saray susardı. Türklər siyasi səhnədən çəkildi. Yerini qulamlar və sarayın yaxınları aldı. Bu dövrən riyakarlığın norma çevrildiyi və sual verməyin təhlükəli olduğu bir zaman idi. Tarix burada tərif yox, düşünmək üçün dayanır. Salamlar və sayğılar siz əziz və dəyərli bizi eşidənlərə. Bugün otağımızın hər halda başlığı bəlli, amma hər zamanki kimi otağımızın başlığını elan edirik tarixlə, çünki bəlkə bizi bir ayrı platformadan eşidən əzizlərimiz olsun. Şah Abbasın dürbünü yadaş bixir. 52-ci cələsə Döktür Rəhim Ağbayraq cənabları ilə. Sizə tanışdır, amma hər halda cenə mərifçiliği lazım olar, bəlkə bizə bir nəfər təzə qatılıbdır. Döktür Rəhim Ağbayraq bizim əziz sümerşinasımız, yazarımız, Azərbaycan əski tarixinin yazarı və mühəqqiqi və İran tarixinin yazarı və mühəqqiqlər. Hər halda zaman tarixi olaraq bugün şənbə, Dey ayının 6-sı 1404-cü ildə və Desembr ayının 27-si 2025 ilindəyik. Çox təşəkkür edirəm əziz Elmirə xanımla bizlə bərabərdirlər. Hər halda mayklarını açmayacaqlar, bəli, chatroom'u idarə eləyəcəklər. Döktür Rəhim Ağbayrağı eşidək. Bu dəfə kimin otağımız yenə 3 bəxşdə gedəcək. Mövzuları ki otaqda deyiləcək, mən oxumuram, çünki Telegram linkinə lütfən müraciə edin. Tamam mövzular orada yaddaşda olunubdur. Döktür Rəhim Ağbayrağı yarım saat eşidəcəyik. Yarım saatdan sonra bir istirahət eləyəcəklər. Sizlərin əgər mövzunuz olsa, mətləbiniz olsa, gəlib istəyicidə mətrə elərsiniz bizlə bərabər ya sual olunsa. Hər halda yarım saatdan sonra 3 dənə yarım saat bizim hər zaman kimin otağımız olacaq. Döktür Rəhim bəy, bizim səsimizi eşidirsiniz ya yox? Buyurun Döktür. Xoş gəldiniz. Xanım, salam. Həm sizə, həm bütün eşidənləri ki, mənim səsimi eşidirlər, gecəniz xeyir olsun. Bu cür başlayayım ki, mən uşaqkən mənim bir əcib qərib böyük atam var idi. Biz ona ağa deyərdik. Bu ağa ki, bizə o zaman çox əcib qərib adam idi. Mən əlbəttə onda 10 yaşım olanda bunun 113 yaşı var idi. Məzah üçün çox zaman deyərəm ki, mən qərniyarım, şahid zindiyəm. Yəni qərniyarımdır, bilirəm ki, hətta əgər nələr keçibdi burada. Çünki onun bir qərn, mənim də yarım qərn ömrüm vardı. Çox da izdivac eləmişdi. Yəni biz bildiyimiz həlləşnasnaməsində yazıldığı 7 dənə xanımısı var idi. Atam deyərdi, bilmirəm, Mərağədə də güya izdivac eləyib. Ondan qabaq Bakıda da işləyibdi, orada da izdivac eləyibdi. Amma biz hələ 7-sini bilirdik ki, onlardan 13 mənim əmim və əmməm vardı. Bizim o zaman ki, o son 5 uşaqlar, yəni mənim atam, Məcid əmim, əmməm yığışardılar uşaqlarla bahəm, yəni biz də çi uşaq idik. Bir bala otaqda və orada püş yanardı, odun buxarısı yanardı. Bizi yığardı başının dövrəsinə, yorganın çəkərdi dizlərinin üstünə və başlardı deyərdi günlərin bir günündə, günlər duvar dibində, Şah Abbas dürbünündə. Nəqllər belə başlardılar.
Mən onları bilirəm ki, atam sonralar səsi onu əziyyət edirdi. O navarları verdi getdi. Yəni kasetlərə yığmışdı bunları, səslərini yığmışdı. Amma cəlib budur ki, bu son zamanlarda ki, Şah Abbasla uğraşdım. Bunun haqqında mən kitablar oxudum. Mən gördüm bu nəqillərin çoxu vaqiətləri var idi. Yəni dildən dilə gəlmişdilər. O da be hər hal bir adam idi ki, Qacar şahlarını görmüşdü. Onlar Təbrizdən gedəndə onların istiqbalına getmişdi. Bunları təriflərdi və təbiidir ki, ondan qabaqçı şahlar, yəni silsilə rəisi vardı Səfəviyyə, qulaqdan qulağa bu 400 ildə, 500 ildə yetişmişdi bütün nəqillər onun qulağına. Amma Şah Abbasın dürbünündə mən deyərdim və dürbün də əlində, yəni dürbün əqqası kimin dürbünü ki, uzağı görsədər. Sonralar bildim ki, o zaman ki, bu Qəzvində olardı. Bir saxtaman var idi ki, bunun 3 qəti var idi, 3 təbəqə idi və onun üstündən bütün bu mənzərələr görsənərdi. Evlər də üçün bir boyun, bir təbəqədə olardılar. Bunların hamısını elə üstə çıxsaydı biri, hamısını görərdi, şəhəri görərdi. O saxtamanın adını durbin deyərdilər, yəni uzağı görmək üçün deyərdilər durbin. Və Şah Abbasının dürbünündə oradan baxardı. Şah Abbas da mənim bu böyük atamdan çox əcib qərib idi. Yəni indi bu cür dedik əcib qərib idi. Qoyun belə deyək ki, Şah Abbasa mən belə inanıram ki, çoxlu nəqilləri ki var da dildən dilə gəliblər. Bunlar iğraqamiz olublar, exaggerate olublar, yəni böyüdüblər bunları. Bu sənət bizim elə millətimizdə var. Məxsusən Fars millətində bunlar lap çox vardılar. Məsələn deyirlər İsfahan nisf cahan. Axı hardan oldu İsfahan? Biz məsələn eşitmişik də Roma deyirlər sər cahan. Ya bir şəhrə deyirlər məsələn Ərus cahan. Amma da nisf cahan çox da iğraqamiz olur axı. Ya birdən görürsən ki, biz deyirik 40 ayaq, saysan da onun elə 20 cüt ayağı var, 40 ayaqdır. Bizlər düzün deyirik, amma onlar deyirlər hezar pa. Ya birdən məsələn 20 dənə sütunu var, ona çeyl sütun deyirlər. Deyirlər yox, 20-si də düşüb suya, elə o da hesaba salırıq. Yəni bu iğraq eləmək bu bizim Fars həmvətənlərimizdə bir qədər var. Çün Şah Abbas da gizlin paltarlar giyərdi, gedərdi millətin arasına və orada bir ittifaqlar düşərdi, sabahlarımı kaxa çağırardı, haman adam gedərdi. Millətin dilinə bunlar düşmüşdü, hər zadı bağlırdılar bu Şah Abbasa və deyirdilər ki, bu da Şah Abbasın kəramətlərindəndir. Yəni də o qədər bu nəqillər böyümüşdülər ki, Şah Abbas birdən savaşa gedir, ildırım vurur, dolu yağır, Şah Abbas əlin qalxızır, dolu kəsir. Qar kəsir. Deyib bunları mən gətirmişəm bura. Allah, bu qarı kəs, qar kəsilir, yağış kəsilir, gün açılır. Kəramətlər heç peyğəmbərlərdə yoxdur, Şah Abbasa nisbət veriblər və bunu da kəbirlərdəndir. Yəni Kuruşu Kəbir kimi Şah Abbas da kəbirdir. Be xatir bir ki, nə mənə rizalət əxlaqı, nə mənə inhitat fikri, fəlsəfi, elmi, hər nə mənə İranın başının bəlası vardı, mənim etiqadım o. Mən tarix pəjüham. Tarix pəjü qisavətlə baxar. Yəni təəssüblə baxmaz ki. Mənə deyirlər ki, ağa bu türkdür, sən bunun niyə əleyhinə deyirsən? Bu bizim türk şahlarımızdandır. Xoş türk şahı olsun. Kərim Baqiri məgər türk deyir, Əli dayı məgər türk deyir, Kəsrəvi məgər türk deyir. Biz bu tiyə azmayışa qoyanda, biz Şah İsmaildən danışmadıq məgər? Şah İsmailin o belə bunun kişiliğindən, deliliğindən, şeir demağından və bütün türk sevənliğindən məgər demədi. Şah Təhmasib ona taydı, Şah Səfi ona taydı, Sultan Məhəmməd ona taydı. Yəni yaxşı şahlarımız az deyil də. Müzəffərəddin Şahı Qacardan məgər danışmadı. Amma yetişəndə Şah Abbasa mən sənət deyirəm. Özünüz indi fikir edirəm bu gün qutulmayacaq Şah Abbasdan. Bəlkə 2 cələsə, bəlkə 3 cələsə çəkəcək Şah Abbas. Amma Şah Abbasın bəhsi qutulandan sonra görəcəyik ki, hər nə mənə bizim başımıza bəla gəlib, xüsusən biz türklər, ümumiyyətlə biz İranlıların başına nə bəla gəlibdir, bu Şah Abbasın onu da çoxdar nə mənədən şahi ki gələrdi iş üstünə, bunu pərvəriş verərdilər. Buna dil öyrədərdilər, buna tarix öyrədərdilər. Baxın, Ağa Məhəmməd Xanı Qacar o zaman ki girir yerinin içinə yorganı çəkir ağzınacan, bunun münşüsü gərək başının üstündə buna tarix deyəydi. Yəni tarix oxuyardı. Hətta gedib savaşa yetişibdi məsələn Qafqaza, Qafqazda bir dənə qələni alır, orada da o zaman ki yorganı çəkərdi gözünün üstünə, yəni da nəqli qurtar, bunu kitabı da qoy taxtaya çıx get. Bu şəkildəydi. İndi Şah Abbas
o ki kilas qoyublar biləsin, o ki savad istilər öyrəsinlər, coğrafiyadan, ulumdan. Şah Abbas qaçır gedir şikara, çıxır gedir yoldaşları ilə işmağa. Yəni belə bir şah ki, gələ bu cürsünə bir savadına, bir dənə populisti bir şah. Mən misal vermirəm, bizim elə populisti məsullarımız çox olublar. Bəli, bu populistlikdə da deyəndən sonra görəcəksiniz ki, qəzavət eləyəcəksiniz, görəcəksiniz ki, adilanə baxsaq Şah Abbasda çox məvarid və bidətləri ki, başladılar. Onlar bizim başımızın bəlası oldular. Tiryakdan tutdu, qəhvəxanadan tutdu, Şahidbazdan tutdu. Hər nə mənə fikirləsəz Səfəviyyədə Şah Abbas dövrənindən bunlar mod oldular və dəlailini də bərrəsə eləyəcək ki, niyə bu cür oldu. Şah Abbas 42 ilə yaxın, yəni 41 il tamam, 42 ilə yaxın istibdadla, xudrəyliklə İranı idarə elədi. İran deyəndə o zaman məsələn 20 ili fərz edin ki, Azərbaycan İrandan dəyirdi. 20 ili Şirvan, Azərbaycan, ta hətta Nəhavəndəcən bunlar Osmanlı torpaqları idilər. İndiki Türkiyənin torpaqları idilər. Bəli, xub ondan sonra gəldilər, savaşdılar, onları aldılar. Ya bu biz tərəfdən bir seri torpaqlar verib, bu biz tərəfdən bir seri torpaqlar alıbdı. Amma əgər Şah Abbasın özündən istəsək başlayaq, yəni ilk bölümdən. Qoyun hövsələ ilə mən bunu nəql kimi deyim və mən fikir edirəm ki, ləzzət aparacaqsınız, bugünkü nəqli eşidəcəksiniz. Çünki Şah Abbasda yetişəndə o amiyana nəqlləri ki, rişələri əlbəttə vardı. Bunları xarici səyyahlar, ümumən Fransalı səyyahlar ki, gəliblər. Onlar vaxtı öz xatirələrində yazıblar. Çünki bilirsiniz Şah Abbas biganə sövən idi, özgə sövən idi. Özgələr bütün siyahətnamələrində, səfərnamələrində Şah Abbasın yaxşılıqlarla yazıblar. Bəzi Təbrizin kişiləri görmüşük da, evdə qanıb durar arvad uşağa. Eşikdə hamı deyər, vay xoş halınıza, məsələn bu sizin babanız, bu sənin ərindir. Yəni çox gözəl görsən, siması çox qəşəngdir, gözəl bərxurd elər. Amma evdə bir həyula, bir canavar olar. Şah Abbas da dəqiqən o cürsünə idi. Xaricilərlə, özgələrlə, biganələrlə, ermənilərlə, İsəvilərlə çox yaxşı idi. Amma öz millətində Qoğan çox zalimanə hökmlər veribdi. Padşah mütəzad, yəni çox ziddeyn bir şah idi ki, biz buna yetişəcəyik. 978 qəməridə Düşənbə günü gecə Hərat şəhrindəki onda Xurasan hökumətinin mərkəzi idi demək olar. Anası Xeyrünnəsa bəyim, baxın bəycimi burada deyim biraz əvvəldə. Bəy kişiyə deyirik, bəycim xanıma deyirik. Səfəvi zamanı bəycim onlara deyərdilər ki, şahın anasıdır, şahın əmməsidir, şahın xalasıdır, şahın bacısıdır, ya şahın 4 dənə əqdi xanımlarındandır. Çünki şahların bilirsiniz, siğeyi, kənizləri, zatları çox olardı. Amma 4 dənə əqdi xanımlar olardı ki, ona bəycim deyərdilər. Lap əvvəl xanımısına da, əqdi xanımısına xalis bəycim deyərdilər də, Məryəm bəycim, Zeynəb bəycim deməzdilər. Elə bəycim deyərdilər. Bu Xeyrünnəsa bəycimdən atası Sultan Məhəmməd Mirza ki, Şah Təhmasibin böyük oğlu idi. Biz bunu tarixdə Sultan Məhəmməd Xudabəndə tanırıq. Atası da o idi. O zaman bunun 40 yaşı var idi. Həratın mirzəsi idi. Yəni ustandar deyək, vali deyək, mirzəsi idi. Və Xurasan səltənəti də Sultan Məhəmməd Mirzədə idi ki, sonralar bu şah olacaqdı. Qabiləsi Xanlı Xan xanım idi. Xanlı Xan xanım bunu da tutmuşdu. Bunun böyük qərdəşi Həmzə Mirza da bu tutmuşdu. Ona görə çox onu ehtiram elərdi. Hətta şahlığa yetişəndən sonra da ağ saçları ilə elə bütün hərəmin işlərini bu görərdi. Əslində bunu Şah Quli Sultan, Şah Quli Sultan lələsi idi. Qızılbaşların bilirsiniz, böyükləri, Qızılbaşlar deyəndə o tayfalar ki var idilər, Türkəmənlərdən, Şamlılardan, Bəyatlardan, İstaclılardan, Şeyxullardan, bunların böyük başları, əmirləri ki, savaşçan idilər, bunlara Qızılbaş deyərdilər və onların rəisləri idilər. Şah Quli bunun lələsi idi. Lələ bir adam idi ki, tüm bu uşaq olardı da, verərdilər, məsələn, bu şahzadəni get Farsa, o şahzadəni verərdi, get Ərağa. Bu şahzadələr üçün özləri hürmət eləyənmiş, 2 yaşı var, 3 yaşı var, 1 yaşı var qahən. Bunlara lələ yollardılar. Lələ در واقع oranı idarə elərdi. Və əğlab da bu lələlər bir cür düzəngaha bir cür düzərdilər ki,
öz o şahzadələrini gətirib şah eləsinlər. Savaşardılar, vuruşardılar və əlbəttə bu Şahqulu Sultan da bu işi görür. Şahqulu o zaman ki, Şah Abbas olur, namə yazır. Şah Təhmasibə namə yazır ki, sənin bir nəvən olubdu, buna bir az seç. Muştuluq da veririm. Və o gün bu Qəzvində idi. Şah Təhmasib o gün Qəzvində idi. Bir dənə Çehel Sütun orada, oranın da Çehel Sütunu var idi, sarayı var idi. Orada bu şeir bunun dilinə düşmüşdü. Neçə gün qabaqda yuxu görmüşdü ki, uşaq gələcəkdi, nəvəsi olacaqdı. Demişdi ki, bunun cəhvarəsini hazırlayın. Buna bir lələk hazırlayardılar, cəhvari hazırlayardılar. İçinə qızıldan, cəvahirdən, xalçadan, zaddan salardılar. Və dilinə hangi şeir düşmüşdü? Şeir bu idi. Hey öz-özünə həyatı dolanırdı orada. Deyirdi ki, Abbas Əli idi şiri qazi, sərləşgəri dəftəri Hicazi. Hey bunu deyirdi. Elə ki gəlirlər deyirlər sənin bu cür nəvən olubdu, buna bir namə gəlibdi, bir ad sez. Bu ki oxurdu Abbas Əli idi şiri qazi, sərləşgəri dəftəri Hicazi. Deyir, bu da mənə ilham olub. O Abbas qoyacaq bunun adını. Bunun adını Abbas qoyur. Atası bəs Sultan Məmməd Mirzədir, həmin Xudabəndə. Onun atası Şah Təhmasibdir. Onun atası Şah İsmail əvvəldir ki, qurucusudur. Biz bunun haqqında bir cələsə danışdıq ki, 6 nəsil qabaqda yetişir Şeyx Səfiyyəddin Səqərdəbiliyə. Çün onun adı Şeyx Səfiyyəddin idi. Ona görə Səfəvi deyərdilər bunlara. Bir cür sufiyyə bir halətləri vardı. Şah Abbasın öz canişinidəki nəvəsi idi, üçün öz oğlunu öldürmüşdü. Adı ilə Səfi olur sonra. Ki nəsəblə əlbəttə deyilən İmam Musa Kazımə yetişir. Əlbəttə bunu tarixdən hamısı rədd edirlər ki, yox, bunu sonradan özləri bu cür yaraldıblar. Xurasanın hakimiyyəti 916-dan Səfəviyyənin ixtiyarında idi. Şah İsmail əvvəl ora almışdı və Mərvin yaxınlığında bir Məhmudabad vardı. Orada Şeybəkxan, əslində Məmmədxan Şeybanidir bunun adı. Ki Şeybanlılar elə əvvəldən hamısı xaindilər, indi də elə xaindilər. Məmmədxan Şeybani ilə Üzbəşin hakimi idi. Onunla savaşmışdılar, onu Üzbəkləri Mavərəun Nəhrəcan qovmuşdular, getmişdilər və ora Səfəviyyənin hakimiyyətində idi. Amma o zaman ki Məmməd Mirzə orada idi, taza bir Əmirül Üməra ki yollamışdı, onlarla sözü çıxdı. Şah Təhmasib Məmməd Mirzəyə dedi ki, ağa sən Xurasanı boşla, çıxın gedin görün uşağı ilə gedin Şiraza. Qoy orada oğlun, böyük oğlun Həmzə, orada qoy qalsın oranın hakimi olsun da. Səltənətin verdiği oranın Həmzə Mirzəyə. Və bu 980 Hicri qəmərdə 8 yaşı var idi. Amma Məmməd Mirzə, həmin Sultan Məmməd Xudabəndən bir xüsusiyyətlərindən danışacaq. Bunun gözləri çox az görərdi. Çox əslində elə təqribən kör kimi idi və çox söyərdi bu Həmzə Mirzəni. Ona görə namə yazar ki, Şahənşah atasına yazar ki, icazə buyur ki, mən bunu aparım, biz bunsuz qala bilmərik, anası dözə bilməz. Əvəzinə Abbas Mirzə hakim olsun burada Həratda. O da deyər eybi yoxdur. Həmzəni aparın və bu qalsın. Abbas Mirzə ki şah olacaqdır, Şah Abbas olacaqdır. Bu qalsın Həratda. 2 nəfər در واقع orada bunun hamısı vardı, lələsi var idi. Biri Murşid Qulixan idi və biri Əli Qulixan idi. Bunlar ikisi ba həm əlbir olarlar. Bir gün əlbir olarlar. O zaman ki əlbəttə də işlər getmişdilər qabağa və dastanlar böyümüşdülər və bunun Həmzə Mirzənin 18 yaşı var idi. Özü də yaxşı adam dərdi. Məşrub içən idi. Namətlub adam idi əslən bu cür deyim. O zaman qəl'i Nişaburda bir qızıldan bir təxt düzürlərlər. Xalçanı salırlar yerə və bu oğlanı oturdarlar Şah Abbası bunun üstündə. İki tərəfdən özləri, iki tərəfdən də ayrı bir qızılbaşlardan yapışarlar. Bu ne? Ki onda 11 yaşı var idi. Qoyarlar bu təxtin üstünə. Deyərlər sən büyündən Şah Abbassan, biz səni şah edirik və müstəqil oluruq. Burada yəni ayrılırıq hökumətdən. Onun adına xutbə oxuyarlar, onun adına pul vurarlar, sikkə vurarlar və bu olar oranın dərvağı şahı və atasının müxalifi ki, atası neçə serilər, həmlilər onları aradan aparsın, eləyə bilməz. Bir cürlüylə hədiyyə yollarlar, dilə tutarlar ki, bunun etibarı da pis işdir də qələdə ala bilmir. Çünki əslən bir şol adam idi da Sultan Məmməd. Ona görə Sultan Məmməd Qeydər Tazaşdan, yəni Sultan Məmmədin xüsusiyyətlərindən cəlibdir, bunu bilin. Əğləb hərəmsarad olardı. Əksər zamanlar orada olardı. Beazar bir şahı idi. İş olmazdı heysadla.
Görərdin ki, pişiklərə məsələn paltar giydiribdi, boyunlarında da zingiro salıbdı. Qaval salırlar, oxurlar xanımları ilə bahəm. Gəlirlər deyirlər qurban, məsələn Osmanlılar filan yeri aldılar ha. Qurban filan şəhəri də aldılar ha, xəbər gəlirdi, çaparlar. Deyirdi dözün mənim bu pişiklərimin bir toyuğu tutsun, ondan sonra yetişəcəm. Bu şəkildə idi, ruhiyyəti bu şəkildə idi. Həmzədəki məşhur bir tane idi. O da ki, kullən o zaman ki Təbrizdə idilər, yəni təsnif cürləmişdilər Təbriz əhli bunların əleyhinə ki, uzundur. Və Həmzə Mirzə bəs elə bir qabil bir adam dəyildi. 991 Hicri qəməridə Fərhad Paşa Osmanlılardan İrəvanalar, Şirvanalar, Şəkinəlar 260 min nirunla gəlmişdi. Yəni həm atçı, həm yeriyərkən. 993-də də Osman Paşa Ərzurum tərəfindən gələr Təbrizə tərəf. Amma xub Həmzə Mirzanı öldürərlər. Həmzə Mirzanı Qızılbaşlar kitabı olmuşlar Şah Abbasa. O nəxşə ilə əlbəttə bir zaman keflənmişdi, götürürlər aparırlar. Dastanı uzundur. O ölür Gəncədən Geydəndə 994-də در واقع. Bu Əli Qulixan İstaclı var idi. O zaman bunu götürür, içəndən sonra götürür, Becan Çapara hərəmə apar Alasığa və orada o qoruculara deyir ki, buranı boşaldın, bunun bir qonağı olacaqdı, uzaqlaşın. Uzaqlaşandan sonra tökülürlər bir yol bunu öldürürlər burada Həmzə Mirzanı ki, növbət yetişəm Şah Abbasa. 996-da 7 il 8 ay Xurasanda şahlıq eləmişdi bu Abbas Mirza və həmlə ilə hərəkət edir, niruları ilə gedir Qəzvinə tərəf. 2000 nəfər əlbəttə adamı var idi. 2000 nəfər çox adam deyil. Bəli, onları bir tərdiblə düzmüşdülər bu Əli Qulixan və Muşid Qulixan ki 10.000 nəfər nəzərə gəlirdi. Ona görə hamı diskinirdi, qorxurdu, gəlirdilər bunların şahsevənlik edirdilər. Şahsevənlik bir şey, yəni biz səni qəbul elədik, and içərdilər Qurana ki, da biz sənin hamin olacağıq. Və bu gedir dövlətxanaya, yəni Kaxa, orada Qəzvində oturur səltənətdə, təxtin üstündə ki, bunu xülasətü təvarixdə 14 Zilqədədə yazıblar. Onda 18 yaşı var idi. Ata getmişdi Loristan tərəfinə, İsfahan tərəfinə, orada yağlarla vurursun, eşidir ki, baba gəliblər, Qəzvini alıblar, özləri Abbas Mirzanı oturdublar orada təxtə və bu qeydir. 30.000 nəfərinin qeydir ki, gəlli Quranı alırıq. Amma 30.000 nəfər yoldakı da bu Məmməd Mirzadan yorulmuşlar, İranın bu binəzmliğindən yorulmuşlar, bunun şorruğundan yorulmuşlar və aşıb götürmüşdü. Hər tərəfdən bir yağı çıxırdı. Bunlar elə bir süzülərlər, gedərlər Qəzvinə tərəf və Şah bir zaman görə Qəzvinə yaxın yetişəndə 3000 nəfər adam qalıbdı yanında. O 3000 nəfər də orada əkirərlər. Şah Abbas görə çox pis olubdu. Dədə qalıbdı bir ağaclığında Qəzvinin, arvad, uşaqlar, zatlar elə çadırlarda qalıb ora ki, bu qorxmuş xan Şamlı idi. Bunu göndərər ki, ged ehtiramla gətir, ehtiramla gətirər dədəsinin, varid olar Kaxa, dədəsi özü də bizlərə yorulmuşdu, tacı başından götürər qoyar Şah Abbasın başının üstünə və deyər, bundan belə sən şah olacaqsan, biz səni şahlığa qəbul edirik və olar Şah Abbas. Bu bizim ilk bölümümüz. Suali əgər vardı, eşidək, yoxdur Şah Abbası idamə verək. Salam arz edirəm. Bütün dostlara Ay Dötülsə də salamlar, sayğılarım vardı. Hər halda bir xas bir söhbət yoxdur. Sizi davamın eşidək. Sualları ikinci bərnamədə şayət ikinci bölümdə danışarıq. Məmnunam sizə. Olasınız. Şah Abbasın zahirindən başlayaq. Nə uca idi, nə qıssə idi. Nə kök idi, nə arıq idi. Bunları əlbəttə səfərnameyi Dilaveradan deyirəm. Dilavələ cildi 3, səfiyyə 318 ta 320. Pietro Dilavələ deyir, anlı qıssə idi, bırni qırğı bırni idi, uzun idi, çənəsi arıq və çəkinmiş idi, gözləri kiçik və yaşilə çalırdı, amma çox da nafiz bir gözləri var idi. Bərxəlafı atası və bütün əcdadı və İran əhli 19 yaşında, yəni o zamanki 2000-ci ilindədir səltənətinin səqqəlin vurur və buğların saxlayır. Buğların başlar eşmağa. Buğu vurmalıq ya buğu eşmaq o zamandan moda olur. Yəni xoşu gəlir bu tipdən
və ona görə bütün uləma da, sadat da, burada əmirlər də, qızılbaşlar da hamısı başlayırlar üzlərin tiğlə vurmağa, yəni lap tizələrdilər bu qılıncları zadı, üzlərin elə tiğ kimi vurardılar o şəkildə, buğularını saxlardılar. Və hər kəsin buğul daha qalın olsaydı, daha yoğun buğu olsaydı, bu daha etibarlı idi. Yəni kişilik nişanəsi o zamandan oldu. Və belə oldu ki, sonralar hətta dəstur verdilər ki, əslən bütün İran gərək səqqəlin vuralar. Və hər kəsin səqqəli olsaydı, ya bu Yəhudi idi, ya bu erməni idi, ya kafir idi, zərtüşt idi və hər hal. Çünki Şah Abbas zamanında rəvadari dini çox idi. Müxtəlif ədyan, azadçılıqları çox idi. Amma bir qismətdə bir zaman vardı ki, gərək gedirdilər, baş kəsib gətirdilər. Onda yazıq bir ermənilərin başlarını kəsirdilər ki, bunlar məsələn Osmanlıdılar. Rumu deyirdilər də onlar Osmanlılara. Onların başlarını gətirdilər ki, caiz aparırdılar. Buna da bizim nə qədər nəqlimiz və çoxumuz var mərdumun arasında. Bunun münəccimi Cəlaləddin Məhəmməd Yəzdidən məsələn bir dənə şeirə qulaq asın. Deyir ki, تراشیدم چون موی از بیخ تراشمویم آمد سال tarix 997. Yəni buna da şeir deyibdi bu münəccim. 1006-da Hicri qəməridə 9 il ondan sonra fərman verir ki, bütün gərək hamı üzün qırxalar. Nə mənə müsəlman var, şiə gərək hamısı üzün vurarlar. Bu da tarix Əbbasi nüsxəyi xəttidə gəlibdir. Da o qədər bu moda olur, buğ vurmalı, hər kəs buğun səyilir ki, daha qılınc kimi, daha uzun olsun. Bu özü də bizlərə səqqəlindən qatmışdı bu əkslərə baxmayın ki, nəqqaşlar səkiblər. Səqqəlindən hətta qatmışdı buğlarına ki, bunları daha çox gəlsin, çox görsənsinlər. دستهای خونه‌آلود شماره 11 سال 3 məcəllə İttilaat Mahanədə yazılıbdır ki, Uğurlu xan, yəni bunun nəvəsi, kişilik üçün buğuların elə uzatmışdı ki, başın bir dördə vurub bu birisi tərəfdən ağzına yetişə bilərdi. Və bunun tükləri və buğuları 49 yaşacan deyirlər hələ qəri idi. Yəni rəhzat qoymurdu, hənə bağlanmırdı, amma əllərinə hənə qoyardı. 52 yaşında başının tükləri tökülür. Diləvalə deyir ki, çün xanımlara çox yaxınlıq elirdi, şərab çox içirdi. Neçə dənə adını xoşluq, məsələn, malariya kimi tutdu. Başı töküldü Şah Abbasın. Badəşə qurub oturardı, əlin qoyardı, sol əlin qoyardı, əllığına, şəmşirin qəbzəsinə qoyardı və hər zaman gedəndə 6 qədəm dalısından qoruçular gələrdi. Biri yayın oxun götürərdi, biri qılıncın götürərdi. Sadə libas giyərdi. Şah Abbas sadə libas giyərdi və baxın, məsələn, qərə giyən gün bilərdilər ki, bu özündədir. Öz aləmindədir, əfkarındadır və xiyalatındadır. Ona görə heç kəs buna yaxınləşməzdi. Heç kəsin işi olmazdı. O gün ki, sarı giymişdi, yaşıl giymişdi, ağ giymişdi, o kefi sazı idi. Onda şuxluq elərdilər, dəlğəhlər yollardılar yanına və bu donanardı və çox da təfriklər vardı Şah Abbasın. Məsələn, o zaman ki, Qəzvində idi, elə oranın da bir böyük meydanı var idi ki, boyu 3 bərabər idi ənindən. Gün ki keçərdi, çünki gün olanda heç kəs çıxmazdı eşiyə. Düzdür demişdi oranın qıran ağaçlar, vəli ağaçlar o belə deyir böyüməmişdilər. Gələrdilər səqqalar ora su səpərdilər ki, ora toz topraq olmasın. Ondan sonra bəli şah gələrdi. İlk döyürü ki vurardı, hamı qıraqda durublar. Hamı başlarını əyərdilər, 2 döyür, 3 döyür elə bucursuna fırlanardı da 3-ün üstünə çox hesaba qoymazdılar. Şah Abbas sonra iki tərəfində də İsfahanda olanda ki, oranın meydanı, Nəqşi-Cahanı orada. İki tərəfdə də bir hərəmxane icürləmişdi, bir yer icürləmişdi ki, ora pərdə salmışdı ki, içəridən eşik görsənsin, tor kimində. Və arvadlar da gedərdilər, o başda oturardılar. Bu şah bir yol orada çox işlər görərdi. Yəni axşamdan başlardılar. Dağıstanda kiçik qulamlar var idilər ki, bu Gürcüstandan əğləb gətirərdi bu uşaqları. Bunlar da yeməlidən, şərabdan şahın dağıstan qaçırdardılar. Bu şərabı da özü hərdən alar, tökərdi qonaqlara. Əğləb səfirləri, özgələr çağırardı. Mərdumatı yaxınləşənməzdilər ki buna. Neçə seri ki buna yaxınləşmişlər, bir təzəllüm üçün, bir dadxahı üçün, bir zülm olmuşdu bunları versinlər. Məsələn, bir teydadın bazarda asmışdı, bir teydadın duvarın peyinə qoymuşdu. Ona görə heç kəs yaxınləşməzdi buna. Və əgər biri buna yaxınləşsəydi, məxsusən o zaman ki, məsələn, söyləcə edibdi, özdə carçılar deyiblər ki, filan yerə gedəcəkdi. Orada birinin başı elə uzaqdan qılınc oxunan özü vurardı ki, sən mənim hərəmimi gördün. Çünki hərəmi heç kəs hətta niqablı idilər ha, amma gərək heç kəs görməyəydi.
Bunun təfriqlərindən bu idi ki, gələrdi orada məsələn qurd oynadardılar. Qurd oynatmaq biz görürük ki, orada da yazılıbdı, o tarixdə də yazılıbdı. Ki bu qurdu gətirərlər, əlbəttə bir iş görməzdi. Ötürərlər meydana bu qurd qorxubdu, atılardı mərdimin üstünə, millət yüyürərdi üstünə, bəli vurmazdılar. Bu qurdu oynamaq mən fikirləyirəm bu ayini qurda nisbəti vardı ki, Şardin də bunu Təbrizdə də deyibdi. Əlbəttə mən təzə də gördüm Aya Həmraz deyir ki, Təbrizdə bir dənə qut meydanı yox idi, neçə qut meydanı var idi. Və əlbəttə burada bilin ki, indi oranı meydan qutb eləyiblər ki, burada Çarrar Mənsurdan gələn də Abirəsana tərəf meydanı qutb eləyiblər və nəql də çıxartıblar qutb etdiyinlə kimə irtibatı var. Yox, elə qut meydanı ki, 20 min nəfər yaşayırdı, Şardin deyən biz təcəssümümüz budur, çünki elə mərdumun dilində də qut meydanıdır ora. Amma o gün ki, Şahbaz qırmızıya. Vay vay o günü heç kəs hamısı əylərdə əkilsin bir cürsün əlini. Çünki səbəbsiz qan tökəcədi. Elə deyəcədi bu istikrar kim qoyub bura, bilmirəm oranı kim açıb o qapını. Neçə nəfəri öldürməyincə əl çəkməzdi. Çox mehriban idi zamanında. Yəni oturub bağlardı bir daha Sərdar ölübdü. Çox birəhm idi. Bu cür səbəbsiz birdən görərdin ki, bir daha dədiyə deyərdi məsələn uşağı öldür. Uşağa deyərdi dədəvcəyi. O öldürməsəydi buna deyərdi sən öldür. Heç bir öldürməsəydi deyərdi ikisini də öldürün. Huzursuna intiqam alardı. Və Sir Thomas Herbert, səfiri Padşah İngilistan, Charles'ın səfiri 1036-da deyir ki, mən İrəvanda idim və bir dənə qalinsə salmışlar, oturmuşduq orada bir sarayda və mən əlbəttə tanımırdım biləsin. Sonra girdik ora. Türklərdən birini gətirdilər. Yəni Rumu yazır da. Mənzur Türk də deyəndə ya Rumu deyəndə Osmanlılara deyir. Çünki bu özü də türk idi. Amma xop türk saymazlar. O zamandan özlərinə türk deməzdilər. Türk onlar ki kafir idilər. Ondan sonra hətta Osmanlılara da qahən türk deyiblər. Amma Azərbaycanlılara türkəman deyiblər. Türkmən deyiblər. Türk deməyiblər. Və türkəman da Azərbaycanda və məxsusən Təbrizdə hakim olan tayfanın adı idi çox tək. Bu əsiri gətirdilər, deyir, mən bir qırmızı hərirdən, yəni ətləsdən, əbrişəmdən, ipəkdən paltar giymişdim. Amma şah özü sadə qırmızı bizak giymişdi. Bu nəxi kətan bir zatlardan giymişdi. Özü də padişah qrubu oturmuşdu. Mən də çünki adətim yox idi. Qışlarım quruyurdu, Avropalıqda biz qışlarımı uzatmışdım. Bu deyir gəldi, özünü atdı mənim ayaqlarıma. Mən diskindim, ayaqlarımı çəkdim, yalvardı ki, onu öldürməyək. Amma şahın qabağına 2 dənə qılış qoydular. Biri də çox gözəl idi, üstündə cəvahir zat var idi. Şah durdu ayağa, qılıncı götürdü, elə vurdu bunun başı getdi. Ki mən çox vəhşət elədim, dedim indi bu naməyə getmişəm. Bunda bizə də olsa elə məni də vuracaq. Ki mən şah söyərdi ki, özünü çox görsəsin bu Avropalılara. Hər şəkildə, hər nəcür olur, özünü görsəsin. Birinə salsalardı farsı oxuyardı, birinə bilmirəm hədiyyə verərdi, birinə qonaq gedərdi, birini qonaq çağırardı. Çox bu cür oyunları və populist işləri fövqəladə çox yuxarı idi. Yəni tamamilə hətta Əhmədi Nəcaddan da çox yuxarı idi bunun populist işləri. Amma yetişdik başmaqlarına. Başmaqları göndən olardı, ucları üstə tərəf çönmüşdü, sadə corab giyərdi və əmmaməsin başına tərsək qoyardı ki, ağ ya qırmızı olardı və gümüş rəngində də bunun xəttləri olardı. Bu cür gəlibdi tarixdə. Amma heç kəs əmmaməsini şahdan sonra tərsə qoya bilməzdi. Vurardılar əmmaməsi gedərdi. Birində əmmaməsi getdi, yəni abrısı getdi, heysiyyət, iftixar. Hətta insanlarda, məsələn, bərnamələr vardı, Sulaşdı, bu gələn bölümdə deyəcəyəm ki, o Sulaşdı cəşnində yenə də gəlib bir ərəqçin başlarında dolu idi. Çünki başı böyüksüz insan, yəni iftixarsız insan, yəni abrısı getmiş insan. Ona görə vurardılar böyükü gedərdi, başı gedərdi. Amma şah özü bəli icazəsi vardı bu tərsə qoysun, özündən də bir əmmamə Hindistanlılar kimi bir əmmamə cürləmişdi. Əslən Səfəvi zamanı, bunun zamanında çox xoşu gələrdi ki, Hindistanlılar kimi giyinsin. Və modi ki oldu bu libaslardan, onun zamanında çox mod oldu. Və Əraq desəndə bu əmmaməni çıxardardı, kənarına qoyardı ehtiram üçün ki, bu əmmamənin ehtiramı vardı, ona görə onu çıxardıb kənarına qoyardı. Bunun adı Əbul-Müzəffər Şah Abbas yazıblar. Həzrət Əla Şah Zəllullah. Zəllullah yəni Allahın kölgəsi. Baxın, şaha Allahın kölgəsi deyərdilər. Kim bəs ona bir söz deyə bilərdi? Yəni Allahın nümayəndəsi idi. Çox qorxmalı olardı. Xaqan Gitistan yazıblar.
ابوالبقا Şah Abbas Səfəvi Musavi Hüseyni yazıblar. Bahadurxan yazıblar. Səlatin Osmanı namələrində Şah Abbas da yazıblar, Şeyxoğlu da yazıblar buna. Bunun savadıçı yox idi. Mürşid Qulixan o zaman ki Xan İstaclı Şeyx Həsən Davuda bunu tapşırardı. Deyərdi ki, gəl otur dərs oxu. Bunu Tarix Abbasda Cəlaləddin Məhəmməd Münəccim nüsxə xətti Kitabxanə Məlikdən deyirəm. Bu əkilib gedərdi at sürməyə, at gəzdirməyə. Atı da çox söyərdi. Hətta bunun bir atı da var idi. Qral idi fikirəm yadıma gələn adı. Bu atı o qüdrətli və o qədər huşlu at idi ki, bir seri bu səltənəti tövləyə bir qurdu girmişdi güman. Bu ne? Oranın ağacını sındırmışdı, qovalamışdı. Əl çəkməmişdi ta bunu ayağının altında əzinca. Şimdi mehtərlər də getmişlər bunu gətirsinlər, aparsınlar. Gəlməmişdi ta özü başını salıb gəlmişdi içəri. Belə bir atı vardı. Və cəlib budur ki, bu ki bu cür atı söyərdi. Bütün İranda 30 min dənə güman bunun atı vardı ki, pərvəriş verərdi. Gedərdi bu şəhərə o sürərdi, gedərdi bu şəhərə onu sürərdi. Qəşəng atları buna saxlardılar. Eşitmişdi ki, Osmanlı şahının bir dənə atı var Qəzal adında. Şeyxəli adında bir dənə bu oğru var idi. İki bu tutmuşdular, ötürmüşdü bu. Deyər ki, Şeyxəli gedəcəksən onu gətirəcəksən və o Şeyxəli də çox uzun nəxşələrdir. Dastanı bu yenə də uzundur. Gedər orada özün mehtərlə, girər o istəblə və o atı nə cür gizlin yollarla bir günü gətirər, biləxərə yetirər Şah Abbasa. Amma özü özünə Kəlb Astan Abbas deyərdi. Baxın, Kəlb Abbas ki deyirik, bu müxəffəf Kərbəlayı Abbas deyir. Kəlb Astan Abbas, kəlb yəni it. Ərəb dilində yəni it. Kəlb Astan Əli ki deyirdi. Kəlb Astan Əli yəni Həzrəti Əlinin astanəsinin itiyəm mən. Yəni bu cürsünü özünə. Şeirlərində də elə bunu yazıb deyim, buna da yetişəcəyik. Ona görə Kəlb Əmmət deyəndə, Kəlb Abbas deyəndə, Kəlb Hüseyn deyəndə, Kəlbəsən deyəndə bu məni verir. Kərbəlayı mənisi vermir türkdə. Bunu da bilməyimiz daha yaxşıdır. Əlbəttə bu cür yazıbdı Tarix-i Xuld bərində Məhəmməd Yusuf Valeh Qəzvini nüsxə xəttidə hədiqi 5 ruzi 6-da. Yazıbdı ki, bu Rusu da bilirdi, Hindi də bilirdi, Farsı da bilirdi və çün xanımına Gorcu idi, Gorcu da bilirdi. An Həzrət را با هر طبقه و طایفه اختلاط آمیزش بود و انواع فضایل هر طبقه را به تقریب دریافت. Yəni o hər qişrlə, hər qovumla oturardı, danışardı və hər sinfinlə, yəni hər şuğlunla, işinlə fəzailində örgəşərdi. از آن جمله به معلمی خرد عالم به لغات مختلفه ابنای روزگار بوده. Yəni bütün dilləri ki var idilər, bunlara da özünün huş zatısı vardı, bunlara da başarırdı. با فرنگی به لغت فرنگ و با روس و هندی به زبان ایشان تکلم می‌فرمود. O ki batılı idi, qərbi idi, onlarla batı dili ilə danışardı, Rusla, Hindistani ilə də öz dilləri ilə danışardı. Əlbəttə mən o cür tarixlərdə oxumuşam. Məsələn, hətta İstanbullusu da zəif idi. Türkü danışır. Danışıb bir yerdə dayananda məsələn tərcüm çağırır. Bunlar da biraz iğraqamizdir mənim öz etiqadıma. Cami əxlaq نیک و bad بود. Bunu Nəsrullah fəlsəfi səhifə 209 Şah Abbas kitabında deyir. Yəni pis ilə yaxşının qarışığı idi. Yəni mən bu belə tarixdən oxumuşam, kitab oxumuşam, əlaqəm vardı. Görməmişəm bir şaddi bu cür cəmi nəqaiz ola. Ziddiyin bir yerdə onda yığışa bir yerə. Gərək ilə ağ, gecə ilə gündüz bunda bu cür qarışıq ola. Çox şahlar məramları müşəxəs olur. Bu şah Təhmasibdir. Əraq da işmir, Ərzadını nəcis bilir. Hətta bir nəfər İngilistanlı gəlir bunun dərbarına, o gedəndə deyib bunun ayağının yerinə kül səpin ki, mındar olubdur bura. Yəni bu cürsünə bir mütəəssib və xoşki məzhəb bir insandır Şah Təhmasib. O məsəlin müşəxəs edib, əvvəldən axır o cürsünə gedir. Amma yox, bu cürsünə dəyir. Bu gedir Novruz bayramıdır, çalır, oynur, axşamısı gəlir, rozə salır, ondan sonra oruç tutur, iftarını da ərağına asır. Bu tərsə məzhəb ki deyirlər ha bizdə, tərsə məzhəbdir. Yəni məzhəbi bunun tərsədir. Mən deyə bilirəm ki, Şah Abbas tərsəmə. Yəni əgər
Sa'id hələ tərrah eləməsəydi bizim pusteri mən bu cür deyəcəkdim. Deyəcəkdim Sa'id ya Şah Abbas tərsəməzsə. Məzhəbi o qədər tərsədi. İndi vardılar bir tədad adamlar ki, məsələn şəxsi gedir, çıxır gedir Əraqdısı. Bu da o cürsünə bir mövcud idi. Yəni oxuduqca tarixi gələcək bunlara mən deyəcəm biləcəm. Aləmarای Abbasi da Şah Abbasın münşisi yazıbdı. Nüsxə xətti Kitabxane Milli Parisdə məqalat 12 dənədən 8-ci məqalədə deyir ki, bu şəhriyar kamkar bər xilaf qaide əhli ruzgar, yəni ruzgarın əhlinin xilafı qaidəsində otla suyu bir yerdə qarışdırmışdı. Ziddiləri bir-birindən bir araya getmişdi. Ərəfat aşiqində nüsxə xətti Kitabxane Məlikdə orada da yazır ki, bu ziddiləri bir yerə elə yığıbdı ki, mafəvqə mütəsəvvir deyir, yəni inanılmaz şəkildə. Tarix Xuld bərində nüsxə xətti Ağay Səid Nəfisidə yazıb zat o cami sifat mütəzaddı bu. Yəni onun zatı Şah Abbasın ziddiləri bir-birinə yığmaqla idi. 217 Nəsrullah fəlsəfində kitabında orada yazıbdı ki, əmmaməsini Əraq içəndə qoyardı kənara. Yəni namazını da qılırdı vaxtında çox zamanda, amma Ərağında çox zamanda içirdi ki, gələcək görəcək nə qədər rəzail əxlaqi ilə o zamandan, riyakarı o zamandan, nifaq o zamandan mod olur. Sünniyə bir zaman vardı ki, xoşu gəlir, özünə zərər eləyibdi bu Əraq. Bir zaman deyir ki, kitab yazın. Bu bir dənə yazısı var idi, təbib də vardı, adı Qazi idi. Buna deyir ki, kitab yazın. Ərağın nəftində. Bu kitab yazır, bir dənə də ad qoyur ona və uzundur, müqəddəməsi adı çox uzundur, hövsələ səhməz onu deyəm. Amma xülasəsi budur, Şah Abbasın dəsturu ilə mən bunu yazdım ki, görəsiniz ki, bunun hər qətrəsi sizi dirildəcəkdir məşrubun. Bir zaman onu yazır. Bir zaman ki, buna zərər eləyibdi, nuxoşlayıbdi, dəstur verir, kullən qədan eləsinə İranda məşrubu. Və cəlib budur, neçə nəfər ki, məşrub içmişdilər, məxsusən Farsda ki, çox saymamışdılar, Ruslanə Farsda. Orada boğazlarına qurğuşun doldurmuşdu. Və onlar ki, məşrub satmışlar, qarınlarını sökmüşdülər. Yəni, belə bir adam idi. Mərdum gedirdilər, adət eləmişdi, Əraq içirdilər, amma çün çıxsaydılar ağzlarından iyi gəlsəydi, komitə zamanı kimin. Yatırdılar elə həman sahibxananın evində ki, səhər olsun, duraq gedək. Yəni, bir moduda biz o zaman bunu görmüşük əlbəttə. Riyakarı o zaman mod olur. Bəd, gələx Şah Abbasın əxlaqından. Mən müsbətlərdə deyirəm, mənfilərdə deyirəm. Siz özünüz qəzavət eləyəcəksiniz. O qədər mülatifət hərdən xərzə verir. O qədər, məsələn, atın öpürdü. Bir səfirlə, İspaniyanın səfiri görürüm. Deyir ki, baxışından da əlbəttə anlayır ki, bu bir cür baxdı. Deyir, bu atlar mənə çox əzizdirlər. Bunlarla çox düşmənlərin, İranın şikəst vermişəm. Bir zaman, məsələn, Şah Tatar gəlir. Səhməsini giyənmirdi. Bu keçir bunun qoltuğuna ki, mehman bizə əzizdir, qonaq bizə əzizdir, göy səhməsini çıxardamırlar. Belə bir adətləri də var idi. Və indi yetişək napəsəndinə, məsələn. 1029-da hər kəs dedi ki, şərab içəcəkdə məmnudur. 8 il sonra onu azad elədi təzəşdən. 8 il sonra azad elədi. Niyə? Orada məmnun elədi. Niyə? Bu göstərdi ki, təadül zehnisi və ruhusu da yox idi. Amma mərdum çox söyürdülər. Bu da deyim bir vaqiət. Ya qorxularla çox söyürdülər. Çünki bu paltarcı idi. Gördüm bir dənə əkinçi paltarı geyibdi. Bir dənə çarçı paltarı geyibdi, çərçi. Gedir bir yol millətin arasında otururdu, danışırdı, gəlirdi. Hətta bir zaman məsələn İsfahanda getmişdi bir gecə. Çörək də almışdı, bir batman məsələn çörək verir. Bu belə kebab ver. Gətirmişdi bunu kaxda, ölçmüşdü. Görmüşdü, bəli, bunun məsələn 50 dirəmi azdı, onun o beləsi azdı. Demişdi səhər sabah bunları gedin tutun. Bunları tutmuşdular, o İsfahanın meydan nəşri cahanında fırlatmışdılar ki, bunları öldürəcəyik. Meydan arasında bir təndir zürrəmişdilər. Bir daha da yekə şiş düzəltmişdilər. Bu çörəkçini salmışlar o təndirdə, ot qalamışlar, yandırmışlar. Bunu da şişə çəkib pişirmişdilər. Belə bir birəhmliklər vardı. Əlbəttə, belə bir birəhmliklərinin bir dənə böyük hüsnü var idi. Çox vəhşiyanədilər o zamana da baxanda, indiyə də baxanda. Amma bahis olmuşdu ki, İran o dövrədə, Şah Abbas dövrəndə bir aramış üzü görsün, əmniyyət üzü görsün, bir yemaqsat azalsın, kəsmaqsat, uğramaq, ixtilas azalsın o zaman. İndi mən qahən müşavirə ünvanında, qahən
danışıq ünvanında bu cavanlarla gəlib danışaram. Məsələn, o cavanlar içib giriftardılar, gedərəm, onlarla danışaram. Mən hala bu soralar şayad açıq niyəm, nəcüs nədir, bərnaməsi neçinlərdir, bu işi necə görmüşəm. Onlar ki, indi eşidilir, bəlkə onlar özləri də o adamlardılar ki, onlarla danışmışam və indi çox nafi insanlar olublar. Bunlar məsələn etiqadım budur ki, birdən görürsünüz ki, birini tuturlar, bir dənə böyük cürm eləyibdi ha, bir dənə böyük xilaf eləyibdi, yəni afətdir. 2 həftə sonra ötürürlər. Nə bu islah oldu, nə bu tədib oldu. در واقع bu gedir, məsələn, bir daha sizin maşınınızı uğramışdı, 2 həftə sonra ayrı maşını uğrayır, 3 həftə sonra ayrı. Yəni birdən görürsünüz, biri 30 dənə maşını uğrayıbdı, pərvəndəsində 30 dənə maşını uğrayıbdı. Bu در واقع əmniyyət bir dənə şəhri aradan aparır. O zaman bir dənə bir istibdadı, əlbəttə bəzi adamların etiqadı budur ki, Xavərmiyaniyyə istibdad eyni rəhmətdir. Yəni ötürsən üçün savadsızdılar, baxmayın kirpiklərini uzaldırlar, mujeyi məsnui deyirlər də, məsnui kirpik qoyurlar, dodaq şişirdirlər, is saxlayırlar filan. Amma içəridə o demişdi, elə Əfqanistan xanımı ilə heç fərqi yoxdur. Yəni o xanımın heç əslən savadı yoxdur, xanımın heç bir dənə kitab almayıb əlində, bu da bir daha kitab almayıbdı. Baxmayın, mədrəsədə oxuduqlarını indi soysan danışqahda oxuduqlarında hətta bəs lisansı da olsa, elə besavaddır bu xanım. Dürəsüzü, bu besavaddır bu ağa. Ona görə zehnlər sihdirlər. Bu cür cəvamedə gahən deyirlər ki, istibdad muslih, birdən baxın Atatürk istibdadı muslih idi bir miqdar. İstibdad muslih yaxçıdır. Yəni o fərd ikən muslih adamdır, yaxçı adamdır, yaxçılıq istəyir. Şayad məsələn indi həmsaylarımızdan da misal vuram, da bəzən adam söz eləyir. Vəli onu qoyaq kənara. Muslih istibdad pəs deyirlər yaxçıdır. Bunun da o cür birəhmanə işləri gedirdi, axtarırdı, bu südsüdür, nə iş gördü, o neçəyə satırdı, alırdı, vəzn elirdi. Mərdim üçün çox qorxmuşdular. Əvvələn Şah Abbasdan pisləməzdilər. Çünki qorxurlar, pis danışa bilməzlər bunun dalısından. İkinci, çün fikr edirlər ki, bu Şah Abbasda oturub bunların yanında, Şah Abbasdan yaxşı danışırdılar, iqraq edirdilər, böyüdürdülər. Bir dəlil də şayət bu idi. Bu bahis olmuşdu ki, mərdum söyürdülər. Çünki dildən dilə bu idi. Hətta zahirdə, tarixdə bu cür gəlib ki, mərdum bunu çox söyürdülər. Məsələn, birdən gedib bir ayrı şəhərə gəlsin, neçə kilometr ondan qabaq çıxırdılar şəhərdən eşiyin qabağına, qaval çalırdılar, oxurdular. Bunu istiqbal edirdilər, gətirirdilər. Şəhri çırağanə edirdilər. O zaman çıraqlarda nə cür idi? Hala bilmirəm, neft var idi, pi var idi, nə ilə yanırdı. Hər hal çırağanə edirdilər o zaman ta şah gəlirdi və şah da çox söyünürdü, gördün ki, o şəhrin maliyyatını birdən bəxşlirdi. Gələk bir yol Zubdətü Təvarixdə təlif Molla Kəmal Cəlaləddin Məhəmməd Münəccim ki, bu münəccim idi, onun oğlu idi. Nüsxəyi xəttəsindən deyirəm. Məsələn, bu yorulmayan bir şahlardan idi. O cür nazpərvərdə, lus şahlardan dərdi. Bir günə Şirazdan Yəzdəcən gəlir. 28 saat 39 dəqiqə bunu vaxt tutur ki, deyir ki, 28 saat 39 dəqiqəyə, 9 saat 39 dəqiqəyə bu eləyə bildi Şirazdan ta Yəzdəcən gəlsin. Bu özü bir dənə rekordu da o zamana vurubdu. به عنوان مثال شاهد بازی یعنی مزاج soyuq məzaclıq ki ağa məsələn oğlana təmayülü ola, həm cinsgəray bu zaman mod olur. 1018-də misal deyirəm, Hüseyn Qulu Bəyci Qacar ki Qızılbaşın sərdarlarından idi. Öz cavan bir qulamı vardı ki, ilandan getmişdi, keflənir, onu istir yaxınlaşsın ki, vurur bunu öldürür. Ki tuturlar bu qulamı öldürürlər ki, sən niyə sərdarı öldürmüsən? Və Şah Abbas verir o sərdara 96 il oruç namaz alırlar, 3 dənə də həcc alırlar. Bu da tarix Abbasda gəlibdir. Misal çoxdur ha. Məsələn, qəhvəxanaların biri var idi ki, o zaman qəhvəxana mod olur. Buna da yetişəcək indi. Orada bir tufan var idi, cavan idi, gözəl idi. Şah Abbas özü çox ora gedərdi. Və cavanlar əğlab bunun elə Şah Abbasın xidmətində idilər və məmulən də saqi idilər bunun dövrəsində. Yetişək bir yol, baxın, 2 qərdəşin bir qərdəş oğlusun 999-da İsfahanda kör eləyir. Öz oğlu Səfi Mirzanı öldürür ki, nəvəsi də dədəsi ilə adını qoyur şah olur da sonra. 2 oğlun kör eləyir. Bəd, yəni belə bir adamdır ki, verir Uzunbehbud Çərkəsi, Çərkəs gərək deyək da,
çərkəsi yazıb da tarixdə. Bunu iki oğlunda kör elirlər. Bu cür bir şahdır. Yəni vəhşət eləyir ki, bunun yerini tutacaqlar, tut eləyərlər. Nə mənə də uşaq törədibdi, bunların hamısını da vurur öldürürəm. Hüsnülərlə cinə təzəşdən gələk. Şardin Çaper Ren 1723 cildi 7 səhifə 470-71-dən deyirəm bunu sizə. Deyir ki, nalbətlıq başarırdı. Atın yumağın başarırdı. Atların saxlamağın başarırdı. Gedirdi çölə, çöldə birdən qəza bişirirdi. Əlbəttə mən fikirlərim bu qəza bişirmək buna görə idi ki, qorxurdu. Bir səmnən zaddan qatarlar buna, ona görə qəza bişirirdi. Amma bunları başarırdı. Özü odun yığırdı. Özü işlərini görürdü. Məmulən şahlar bu işləri görməzdilər. Pis işlərin birinə gələk. Əsir öldürmək idi. Əsir öldürmək Səfərnameyi Tektaterfen Droyabel, tərcümeyi Charles Şefer, çap Paris 1877, səhifə 47-50. Bunlara deyirəm ki, ayəndə də biri gedəcək, bunları axtaracaq, mənbə istəyəcəkdir. Rahatlar bunları getsin, tapsın ki, hardan bunları deyirəm. Şah Abbascan müsəlmanın, uşağın, arvadın əsir tutmazdılar. Şah Abbasdan mod olur, arvad uşağı da tuturlar. Arvaddan verirlər, öz sərdarlarına, sərbazlarına, uşaqları da qulam ünvanında işlədirlər. Yəni bu zamanacan yox idi müsəlman uşağı, arvadın əsir tutmaq və əsirləri də öldürür. Əsirləri də öldürür. Baxın, bir dənə sözü vardı Şah Abbasın. Deyərdi ki, birdən məsələn bir əsir gətiriblər. Deyərdi ki, yaxşı baxın buna, yaxşı baxın. Bu cür yazıb, yaxşı baxın. Yaxşı baxın, yəni bunu öldürün, aparın öldürün. Bir də məsələn İrəvanda təpə vardı, bir qələ vardı. Orada deyir, bunlara yaxşı baxın, yəni başlayın vurun. Bir zamanda Qəzvində bu əsirləri özbəşlər azad tutmuşlar, gətirmişdilər. Ya Bəşkin, ya Qəzvində, ya Bəğdadda, bunu qoy şəklə deyim. Ki orada bunlar ki, bunun qabağından rədd olurdular. Yetişəndə bu Osmanlılara, Türkiyəlilərə öz dilimiz dedi ki, qardaşlara yaxşı baxın. Məhribançılıqla bunu bətər dedi. Əsirlər yazıbdı ki, bətər söyündülər. Bunu Tavraniyə yazıbdı. Yazıb bətər söyündülər ki, bu dedi ki, qardaşlara yaxşı baxın. Onlar da türk idilər, şah da türk idi, bilirdilər nə deyir. 100 qədəm bunlar keçməmişdilər, qızılbaşlar tökülərlər bulan başlarına, qılıncla bulan hamısının başlarına vurarlar, şüddəllə gedər. Yəni yaxşı baxın da bunun şeydir, rəmzidir ki, əsirləri öldürün. O zaman azan əsir öldürür. Bu bəli əsir öldürərdi. Sonra bir yol qüdrətindən cinə danışaq. Qüdrəti yaxşı idi. Bunu tarixi Əbbasıda da gəlibdir. Əlbəttə Antonio de Goa səfərnaməsində ayrı cür yazıbdır. Yazıbdır ki, bu papın elçisi dedi ki, bizim qılıçlarımız bu batıda, Fərəngidə çox ağırlıqdır. Belə qılıçlarımız var, elə qılıçlarımız. Dedi, qılıncınızı gətirin buranı. Gətirdilər. 2 dənə keçini dedi, qoyun bir-birinin üstünə qoydular. Dedi, bunu vur görüm. Əvvəl qılıncı vurar, bunun bir yunundan, zadından bizlərə dərisindən gedər. 2000-si bizlərə qan gələr bu keçinin belindən. Keçər Şah Abbas 2 dənə keçini qoyar bir-birinin üstünə. Elə qılış verir ki, bunların ikisi də bölünər, qılış da yerə də dəyibdir. Əlbəttə bunu Antonio de Goa deyir ki, bu bir dənə yoğun bir qoyun idi. Vurar ki, onun altına da bizzət qoymuşlar, qılınc orada dəyər. Bu göstərir ki, burada da bir təzad var, bəli, qolunun gücü çox yuxarı idi. Mənfilərlə yetişəndə bətər qıtmır idi. Çox qıtmır adamdan biri idi. Şah Təhmasib ki, çox lop qıtmır idi. Elə Səfəvilər qıtmır gəliblər. Vəli bu lop qıtmır idi. Özdə nəzür tamahkar idi. Mən bu oxuyanda bir Hüma Sərşarın kitabı vardı. Bilmirəm oxumusunuz yox. Şaban bin Muh ya Şaban Cəfərin müsahibəsidir. Onunla müsahibə eləyibdir, deyib, o yerə yetişibdir ki, bu Murdad zamanında, Müsəddiq zamanında ki, gəlirlər bunun zorxanası vardı Şaban bin Muhun. O da zorxanada bilirsiniz vərzişkar idi da və istilah şahın adamlarından idi. Gəlirlər bunun zorxanasını ota çəkirlər, ot vururlar. Elə ki şah qeydiri, bu Şaban Cəfəri durur gedir şahın qardaşı Qulam Rızanın yanına. Qulam Rıza Pəhləvinin yanına deyir, mən durdum bunun qabağında ki, bundan bir pul alam, bu zorxanamı zürrətdirəm də, ot vurublar, heç eləyiblər cavanlar, çəplər ümumən. Bir yol dedim, deyir, elə bu da baxırdı. Söndü, deyir, axırda dedi ki, Şaban, orada zorxanada fırlananda başın gicəllənməz, yəni başın getməz.
Deyib başımı saldım aşağı, çıxdım ki, mən nə deyirəm, sən nə deyirsən. İstəmirdi pul verə. Deyir, çox tamma adam idi bu Məmməd Rza, Qulam Rza Şah, Şahın qardaşı Qulam Rza Pəhləvi. Ki, deyir, gələndə həmişə bizim Zorxaniyə birdən baxardı, deyərdi ki, bətərsən bu, məsələn, qızıldan kəmər bağlamısan, yəni gərək bunu peşkeş verəsən, ya bətər o camı qoymusan ora, o camı gərək verəydin, ona gizlədərdik o gələndə. Şah Abbas da bu cürsünə idi. Birdən deyərdi ki, ay bala, deyirlər bu sərabda bir dənə məsələn qızıldan keçi töküblər, bətər mücəssəmə vardı orada, yer altından çıxıbdı. Yəni oradakı o hakim bilərdi ki, mən gərək bir dənə keçid düzəltdirəm qızıldan, qoyam ora, şah gələndə bu verəm, ha, sözü yerə düşməsin, deməsin o şah sən bilmirsən, sən qələt ittiliat veriblər, sən düşünmürsən, bu cür bizə olmasın. Ona görə elə hər yerdə deyərdi, filan yerdə də məsələn bir qəşəng bir qalça vardı, məsələn 5 metr bir dənə fəş vardı, qalı vardı. Ya filan yerdə məsələn bilmirəm belə şüşə vardı, filan yerdə bu belə qızıl vardı. Və o hakim yazıq oldu. Yəni gərək bütün bu rəiyyəti çətinliyə tutaydı, o pulu yığaydı və onu düzəltdirəydi ki, şah oradan rədd olanda o kətdən, o şəhərdən həttəmən onu peşkeş verəydi. Özdə bir əxlaq vardı ki, durardı atına minərdi, əğlab da tərk edərdi. Ya Mirzə Məmməd Əli bəyi götürərdi öz yanı ilə, ya 2 nəfərlə nəhayət gedərdilər. Gedərdi, dolanardı, heç kəs də dedik buna yaxınlaşanmazdı. Girərdi bir səfirin evinə, girərdi bir xanın evinə, qapıyı döyərdi. Nə mən olsaydı gətirərdi, sadevarı oturardı, yeyərdi. Amma intizar olardı ki, çıxanda həttəmən buna bir dənə yuxarı peşkeş versin. Ona heç kəs söyməzdi ki, onun evinə gəlsin. Və çox adam da qorxardı. Bir zaman bir deyir, şikara getmişdim. Əlbəttə bu qalsın, ondan sonra deyək. Mən fikir edirəm 2000-ci bölümə daha yaxşıdır ki, biz yarım saat danışdıq. Suali olsa, eşidim olmasa idamə verin. Çox sağ olun. Yorulmayın Sayın Doktor Əmin bəy. Yavaş-yavaş mən də bu nəticəyə yetişirəm ki, Ustad Şəhriyarın şeiri bəs Şah Abbasın dürbünü yadəş bixir əvəzinə bəlkə olsaydı Nadir Şahın qılıncı yadəş bixir yazılsaydı bəlkə daha yaxşı olacaqdı. Hər halda yorulmayın. Bütün dostlara bir daha da selam sayğı. Ay Ustad Tabanı bir eşidək. Əgər sualın var, nəzəriniz vardı, buyurun. Məmnun. Selam böyük ustadımıza ve tamam dostları ki otaqda vardılar. Bir sual vardı ki, aya bu Qulambarəgi ki Şah Abbasa nisbət verirlər, həmin nisbət bu hərəmsədada da var idi ya yox? Yəni xanımlar da həmcins gəraydə var idiler ya yox? Bu biridir. Bir de o ki Şah Abbas bilir ki oğlanlarının hamısını öldürdü ve daha beslə ondan sonra görürük ki Səfəvi hakimiyyəti günbəgün o öz qrubuna tərəf hərəkət eləyir. Və bu oğlanları nə cür beslə qətlə yetirdi və nə illətə? Çünki bir yerdə yazır ki, bunun öz dilindən əgər mənim 100 dana oğlum olsaydı, hər 100'ünü də öldürərdim, ta inki bir gün izafə hükümət eləyəm. Bir də bu ki, bu məsələn Abbas Tufarqanlı nağılında ya Əsli Kərəm nağılında ki, Şah Abbasın adı gedir, bu olmur ki, bu insanın rəyyətin namusunda gözü var idi və harda bir xoşgül olurdu, bunu besla deyirdi, gətirin bura və bu özü bir dənə bir pis sifətdir ki, məxsusən şahda olanda daha o şahı şah demək olmur, bəlkə buna gəda sifət və namus oğrusu demək olar. Və Azərbaycanda ondan ötürü baxırıq, görürük ki, bu dastanlar yazılıb, misli İskəndərnameyi ki, tənha Nizaminin əlindən çıxıb eşiyə ayrı bir şair cürət eləməyibdi İskəndərnamə yaza. Yəni, موقعی ki padişahın rəyyətin namusunda gözü oldu, daha o şah deyib bəlkə gedaydan da əskikdir. Çox məmnun, lütf edibsiz, buyursunuz, əgər bir
izah eləsə çox Allah məmnun olarım. Allah. Bu xanımların məsələsi çox gizlindir. Çünki hərəmə heç kəs girə bilməzdi və oradan bir xəbər çıxarda bilməzdi. Amma nişanələr ki vardılar, bu həmcinsiyələri orada görsənmir. Onlar çox məhcub və mətin idilər o xanımlar ki. Əغləb məsələn Şah Abbas əlbəttə xanımları çox müsəlman deyildilər. Çox əlaqəsi var idi ermənilərə. Gürcülər özləri xanım buna göndərərdilər. Be xatir ki bunlara bir mənsəb desin ki, sən filan yerin hakimi ol, filan qəsəbənin eyalətin hakimi ol da bir zamanı olur ki, oranın mərdi məsələn etiraz edirlər ki, bir belə qız niyə gərək gedə və qalmır burada qız və bütün gözəlləri yollayırlar ora. Amma siz buyuran kimindir? Yəni vaqəən təəssüf eləməlidir. Mən axı harasın deyim, məsələn bunlar əlbəttə yetişəcək ha, dastanı uzundur. Baxın Şahverdixan Əbbasi Luristanın hakimidir. Onun xanımısı qardaşı ki, Həmzə Mirzə ölübdü, onun xanımısını alıbdı. Deyir onu boşatdırırız qardaşının xanımısını. Özü onu gətirir əqd edir. 14 Rəbiyəl əvvəl 1011-də Əhməd Cilani onun qızını alır. O müşkülü yoxdur, alsın. Amma deyir səni söymür, gərək boşayasan. Kimə? Öz oğluna, Səfi Mirzəyə deyir. Yəni öz oğlunun gəlinin boşatdırır, özü alır. Bunu Səfərnameyi Oliarius cildi 1, səhifə 627 və əlbəttə orada yazır ki 400 ta 500 dənə də xanımısı vardı. Əlbəttə 4-ü əqdi idi. Belə bir şeylər var idilər. Biz yetişəcək xanımhayı ki var idilər, onlara yetişəcək. Xanımların əlbəttə nəqşi çox yuxarı idi. Biz xanımlardan danışacaq oradan. Geçişdik Şahbaziyə. Bəli, Şahbazi o zaman mod olur. Yəni oğlan sevmək mod olur. Əslən onlara şeir deyirlər, onlara aşıqanə hərəkətlər edirlər. Şahın xoşu gələndə vurur, öldürür. Bu əli ya vurur ya o əli ölür. Yəni bir məntiqi yoxdur. Deyək ki, aya o fərdi ki diyor, onun özü üçün köylü var idi o oğlanın, ona görə bu gələ öldürməyəsən. Məntiq bu idi. Bəli, bir zamanda da vardı ki, yox. Hətta zorla da biri bir oğlanı aparıbdı eşiyə ki, bir var idilər, tarixdə vardı bunlar deyəcəyəm. Məsələn, onları da azad buraxır və bərəks oğlanları öldürür. Bunlar da var idilər. Biz bir üçün istəyirəm çox uzun olacaqdı və fikir edirəm, şahid dedim, 3 cələsiyə çəkə bu Şah Abbası, bunlara da həttəmən yetişəcəyik. Şah Abbas yatanda 8 ta 10 dənə otağı olurdu. Yəni üçün qorxurdu ki, bunu öldürsünlər. Elə ona görə getdi o oğlandan zaten öldürürdü. Bu bilinmir ki, hangi otaqda yatır. Girərdi bir otağa, gecə su içəndə gedərdi o bir otağa, ta tökülərə birdən bir otaqda bunu öldürərlər. Amma bir tərəfdən də o qədər ürək birdən yoxa olur, yumuşaq olur ki, Gəncəyə məsələn gedəndə orada qələ var idi, orada üstdən bilmem su tökülür, nə mənə tökülür, insanların beləxərə üzü yanır, bu sərbazların üzü yanır. 1015 qəməridə, 8 səfərdə. Orada bu özü gedir, özü mərhəm qoyur neçə gün bunların üzlərinə, sərbazların, yanıqların bağları ki, orada deyir, xoş təbibiz. Bir dənə sərbazların biri deyir, tarix Abbasda gəlibdir. Xoş təbibiz, bia ta həmi bimar şəbim. Yaxşı bu həkimdir, gəlin hamımızın xoşlayaq. 500 dənə bunun cəlladı var idi. Tarixdə gəlibdir. Şeyx Əhməd ağa hamısından yuxarı idi. Tayfə-i şərəflüy İstacludan idi. Ki Qəzvinin də darğası idi, daruğəsi. Biz ki darğa şahid deyirik ya darğa deyirik, oradan gəlib daruğəsi idi. Və hətta mən əlbəttə bunu inana bilmirəm. Şah İsmailə nisbət vermişdilər. Qabaqcanda dedim ki, mən bunu inana bilmirəm. Çünki o çox mütədəyyin bir adam idi Şah İsmail. Ruhiyyat şairisi ilə də əslən yemirdi. Amma Şah Abbasdan ola bilər ki, Şah İsmailə getsə, çiğyənləri var idi. Yəni işarələrdir. Müridlər tökülərdilər, bunu diri-diri məsələn yərdə. Bu da vardı. Amma qazanda qeynətmək, səqqəlin birini yandırmaq, göz çıxartmaq, burun kəsmək, darüş kimi, bunlar əslən mod idilər. Eyni darüşün yolunu gedirdi. Dəlğəh pərvəri bunda mod olur. O zamandan şu dəlğəh gətirməzlər bizim şahlarımız. O zamandan bu dəlğəh gətirir, tarixdə keçibdi ki, Məlik Əli Sultan vardı, Aqili vardı, 2 dənə əsas, hətta bir daha Dəli Məmməd vardı ki, Dəli Məmməd də çox söyərdi və Dəllalə qızı, bir daha da xanım dəlğəyi var idi. Bu xanımlar da cəlib budur ha, fikir eləməyin ki, çox məsələn mütədəyyin adam idi. Qahən öz hərəmindən bir xanımı verərdi, bir
Şaha sən onu al, boylu boylu verərdi ona. Yəni məsələn qarnında 6 aylıqdır, sonra gərək o hakim deyirdi bu mənim uşağımdır. Onun adına ki, hətta bir dənə də oğlu vardı bu cür sınaqlarla 3 dənə bu cür oğlu var idi. Onları da bir yerdə çağırır, öldürür elə onun dədəsi ilə bahəm ki, məbada bunlar da deyirlər bunun oğludur. Cəlib budur, tərəfə ki deyibdim bu şəraba görə şeirdir nə? Kitabın adını qoyub Cahannamای Abbasi. دیر این جام که فرموده شه عباسی است هر قطره از او به عالمی فیضده هست جستم ز خرد چو سال تاریخش گفت از جام جهان نمای جمشید به هست. اولینده de belə şeir gəlir. Səfərnaməyə Antonio دو گواه صفحه 500. Mən bir ağır noxoşluqdan qutulmuşam və hələ sinəmdə əsərləri qalıbdır. Ona görə çalışıram ki, rahat gedək qabağa. Orada səhifə 500-də deyir ki, vaxtı getdin Roma, papın huzuruna çatdın, denə ki, oruçluğun günündə qazi, müfti, yəni o hakimi dini və dövlətin başçılarının yanında şərab gətdim, hamıya da içitdim. Denəm düzdür, mən İsa'yı dəyirəm, yəni Məsihi erməni dəyirəm. Amma layiq təqdir təmcidəm. 1029-da şərabı məmnu eləyir. 8 ay sonra Cəmadə Sani 1030-da icazə verir. Deyir ki, içə bilərsiniz. Amma o həddi içəcəksiniz ki, keyflənməyəcəksiniz, qanun qoyur. Şah Abbas zamanının Əfyun ki mərrəbi opiyundur da, opiyun da Yunani bir lüğətdir. O zaman Əfyun modu olur. Əfyun haman şiri kokunar, yəni xəşxaşın şirəsi tiryək deyirlər də öz dilimiz. Səhifə 368-də yazıbdır ki, bu dövrədə mod oldu. Yəni Nəsrullah fəlsəfi deyir ki, bu dövrədə Şah Abbas zamanında tiryək də, yəni ehtiyadi ki, indi bizim bəlay İran olubdur, bəlay cavanlarımız, əlbəttə Azərbaycanda xoşbəxtانه nisbətən aztərdir, amma tamam cənub tərəfində, Fars məntəqələrində əslində çox adlı bir zad olubdur. Bu nahiyə Lenzan, İsfahanda düzəldirdilər bunları, noxud əndazəsi, ona görə deyirlər bir noxud, iki noxud. Hər kəs də gündə 2 ta 3 noxud yazıb tarixdəki bunlardan yerdilər. Səfərnaməyə Thomas Herbert, səhifə 386, Şardin də cildi 2-də səhifə 30-da yazıbdır. Amma mən nə niyə çox üzüldüm, bir tutuldum bunu oxuyanda. Səfərnaməyə Ul Arius, çap Paris, səhifə 576-da yazmışdı ki, xanımlar da yeyirlər. Amma fəqət yeyirlər ki, ölsünlər. Yəni xodkoşu üçün, intihar üçün, özlərini öldürmək üçün bu yeyirlər. Ki üçün ərləri bunları çox əziyyət edir, vurur, döyür, ondan ötürü yeyirlər. Bu məni çox narahat və üzdü. Bunun qabığındakı kokonarxana deyərdilər, dəm elərdilər. Yəni yeri açılıb, qəhvə də açılıb o zaman. Qəhvə, çayxana, kokonarxana, şirəxana, bunlar hamısı Şah Abbasın ibdaatındandır. Biz ki deyirik Təbriz şəhri əvvəlinha, deyək gərək Şah Abbas şahı əvvəlinha. Şah Abbas şahı əvvəlinha kokonarxana da açılır. Tavraniyə səhifə 943-də bunu yazıb. Ki yazıb ay bala, bunlar içirlər. Əvvəlcən susda otururlar. Ondan sonra bala-bala gəlirlər. Sonra uca-uca danışırlar, dava edirlər. Sonra dəlilər kimi gülürlər. Ona görə mən bunlara kokonarxana demirəm. Mən bunlara dəlixana deyirəm. Qəhvəxanadan söz düşdü, qoy bu da deyək. Baxın, Şahnamə də elə Şah Abbas zamanı mod oldu. Şahnaməyə də ilhaqatçı dil ilhaqat. Çün o zaman nə qəd desəz, şairimiz var, hər nə qəd desəz bu. Əslən yergöy şair yağır. Amma 220 il Səfəvilər zamanı Şah İsmaildən sonra bir daha düzəməlli şair çıxmadı. Yəni siz deyəsiniz, məsələn Nizami kimin, Mövləvi kimin, Şəms kimin, Hafız kimin, Sədi kimin, Füzuli kimin, nəsə. Əslən bir dənə şair düzəməlli çıxmadı. İndi deyəcəksiniz sahib ki Şah Səfəvindədir. Hindistana xidmət edirdi, oranın şahları o becətmişdi. Öləndə gəldi İsfahanda sahibi Təbrizi ki, İsfahanlılar da deyilir sahibi İsfahanı. Amma xub Təbrizli idi hər halda. Və 17 beytdə bunun şeiri türküsünü Aya Həmraz çap eləyibdi kitabında. Bu Şahnamə də o zaman mod oldu. Təhmasib də buna bir nəqqaşlar səhmişdi ki, o zaman ki yolladı, özü oğlunu getdilər, verdi apardı. İndi bətər pula gedir, o nəqlinə yetişəcək, dastanına yetişəcək.
ve hatta Farsi sazı da o zaman başladı, Şah Abbas'la başladı. Birdən Heydər Təlbə, bir dənə gözəl bunun məsnəvisi var idi, türkçə. Gəldi dedi ki, bunu gərək o Hədə adına tapşırdı da, bunu gərək Farsiyə çevirəsiniz. Eyni Məxzənül Əsrar Nizami kimi eləyərlər ki, indi bunun adı Məcmuəül Ənhardır ki, mən bir daha da Didar adında bir ad eşitmişdim buna, vəli xub o yadımdan çıxıbdı. Qəhvə eyni Avropa kimi əvvəl qəhvə deyərdilər, qəhvə. İndi də Təbrizdə də, Azərbaycanda da qəhvəyə, qəhvəxana deməzlər. Kafedir da əslində, kafe deyirlər onlar, xalis elə kafe işlədirlər. Bu qəhvə ağacı, kafe ağacı, kafa deyirlər əslində ağaca. Həbəşədə deyirlər. Orada əvvəl vücuda gəlibdi. qarın 15 miladda gedibdi Afrikadan Yəmənə, əvvəl orada onun dəmnəmanı öyrəşiblər. 917 Hicri qəməridə də Məkkəyə gedib, oradan Suriyə gedib, oradan Rum, həman Osmanlılara gedib, oradan İrana gəlibdi. Biz در واقع 962-də Hicri qəməridə İstanbulda əvvəlin qəhvəyə görürük ki, Sultan Süleyman Qanuni zamanı. Burada da Sultan Şah Təhmasib əvvəli Səfəvvadı o zaman qəhvə cürcənibdi və Şah Abbas zamanında bu qəhvə də açılır. Dediğə Şah əvvəlin hadı. Bu əlbəttə onda hələ əvvəldə yaxşı idi, ariflər, şairlər yığışırdılar ora və ona görə məktəbi irfan deyərdilər ora. Orada yığışırlar qəhvə içməyə. Bunu da tarixi qəhvə və qəhvəxane Nəsrullah Fəlsəfi şumare 40 dövrə 5 Məcəllə Suxəndə çap olubdu, çap Tehran, səhifə 258 ta 268-də. Ki ora fəş salardılar, o qalıların üstündə oturardılar yerdə, axşamı da üstdən çıraqlar asılardılar və arada da bir hovuz olardı, təmiz duvarlar da ağappaq olardılar. Məmulən də bir-birlərinə yollar olardı bunların. Oturarlar şahnamə qulaq asmağa. Çox duzsuz da şeirlər deyərdilər. Baxın, deyik qəhvə faslar به قول dedilər. قهوه حمام سفر آش خمار تریاک پر طاووس نظر افشوره تنباکوست. Yəni təriflərdilər bu tiryəki də, qəhvəni də, ora getməyə də, orada danışmağa da. Şah Abbas da bixəbər gedərdi. Dedik də, bu xoşgil bir cavan bir Tufan adında bir oğlan var idi. Müzəffər Hüseyn Kaşani ona şeir deyibdi. Deyir در قهوه طوفان که سر خوبان است صد عاشق پاشکسته سرگردان است. آن رفت مظفر de öz təxəllüsüdür که سمندر بودی مرغابی شو که کار با طوفان است. Yəni bu cavan oğlana da ki, bundan nəzərbaz elərdilər, bunun da hələ şehzad deyərdilər, gedərdilər orada ağlardılar, gedərdilər yüzlər nəfər özünü öldürərdi. Bu oyunlar da vardı. Və Şah Abbas Azərbaycandan da bir dənə yumurta sındırmağı buradan öyrəşmişdi bayramda. Götürüb aparmışdı orada da. Hey cibində elə yumurta dolandırardı, o meydanda İsfahanda dolanardı. Cavanlar da gələrdilər, o əlbəttə Səranın cavanları da, əmirlər zətdə. Bundan yumurta sındırmaq, döyüşdürmə olardı. Qəhvələrdə həm yumurta döyüşdürərdilər. Əvvəldə şətrənc oynardılar, sonra nərd, sonra gəncfə. Gəncfə həman kart sürərdilər, təxtədən zaddan olardı. Olanı oynardılar və bir daha da picaz yazıblar ki, mən bilmədim iş. Nə mənə oyunda heç yerdən də tapanmadım ki, bu nə cür oyun idi burada gəlibdim. Bəd, buracan gedək indi məsələn, öz əlbəttə deyərdim, mən müxalifəm Şah. Bir qismətdə də əslən müxalif tüstü idi. Hətta yadıma gəlir ki, bir zaman bu Hindistanın səfiri gəlir, o da bir qoca kişidir bu. Məmulən də yiyişardılar, içərdilər, çəkərdilər. Şah söyərdi axı, dedim, biganə pərəst idi. Bunların hamısının hər zaman elə səfirlər yanındadılar. Bu tüstü çəkir, şah da durur ayağa, birindən maməsini vurur, gedir o əldə yatır. Bu görsədir ki, acığı gəlir. 999 Hicri qəməridə mod olur. Nəsrullah Fəlsəfi bunu səhifə 373-də yazır. Və o zamandan qəlyanza çəkirlər də, millətin də başına düşəndə sıxmırdı da, at üstündə qəlyan çəkirdilər, dolanmağa gedirlər qəlyan çəkirdilər, oruçların qəlyanından açırdılar. Əslən qəlyan ki, bu bixudi bir zatdan biridir dünyada, indi də görürsünüz də Cərcəvanın arasında bətər mod olubdur. Çünki elə Cərcəvan dəqiqən elə Şah Abbas zamanı elə bir qeyd etmişik. Niyə? Çünki Cərcəvanda əslən heç fikir eləmirlər ki, bu iraddır. Baxın, dodaqların və
burunların kəsirdi, dodaqların tikirdi Şah Abbas. Hər kəs qəlyan çəkirdi. 400 o zamanki qədaniləmişdi. 400 dəvə tam Bakı gətirmişlər İsfahana. Orada quyulara tökmüşlər, ot vurmuşlar. Deyir neçə gün bunların iyisi gəlirdi. Və cəlib budur ki, nəqllərin də birində əlbəttə bu nəqllər ki deyirəm hamısı vaqedir. Çünki səfərnamələrdə bu xaricilər yazıblar. Yazıbdır ki, bir gün bunların hamısını yığır bu qəlyan çəkəninə və deyir bu çəkin görək nəcüsü nədir? O çəkir, bu çəkir. Məsələn, qoruqçuya deyir ki, bu nəcüyü deyir, vallah qurban olum başı var, şah. Bundan gözəl mən qəlyan indiyəcən çəkməmişəm. Axırda deyir ki, kül başınıza sizin ki, mən bunların hamısını pehinlə dolmuşum. Siz pehinlə bilməyəcəksiniz təfavutun, fərqin bu tam Bakının. Ona görə niyə bunu çəksiniz? Özü deyir müxalif idi. Amma çün bunun zamanında bu ingilislərin ayağı açılır, onlar rivac verirlər bu etiyadında Çində də rivac verirdilər. Rivac verirlər bunu. Bərhanə ki, istismar eləsinlər İranı, qəlyanı da gətirirlər. Bütün bu pislikləri onlar gətiriblər. Az cümlə bu Tambakı da bu ingilislər gətirdilər bura ki, bu ingilislərdən bilmirəm. O gün eşidirəm ki, Əlcəzair Fransədən qəramət axtarır, istiri. Şikayət edib rəsmən. Və biz nə vaxt bu ingilislərdən qəramət istəyəcək, onu hələ bilmirəm. Bu da bizim əlbəttə qoyun bu da deyim Mir İmad Qəzvini də bilirəm ki, bunlar hamısı nəql kimindirlər, etkilidirlər, cəzzabdırlar, xoşuz gəlir. Çünki mən söyləyəm ki, tarixi quru deməyəm, rivayət kimin deyəm, əvvələn xop türkü danışıram, öz dilimizdə mühavirə, bu farsı sözlərdə qatmıram, oracan ki çalışıram. Əlbəttə çün kitabların çoxunu ki oxuram farsıdılar. Bu irad mənə variddir ki, danışanda mən də fikrimi yığmıram kəlmələrin, sözlərin düzüşünə. Sözlərimin arasında da birdən görürsən ki, farsı sözdə gedir, çünki bunları çox oxuram, beynimdə qalıblar. Ona görə fikrim gedir ki, bu sözü nədir müntəqil eləyəm ki, şirin olsun, bizim cavanlarımız əlaqəmənd olsunlar, öz tarixini bilsinlər. Çünki öz tarixini bilməyən tarixdə deyirlər, keçəcəyi bilən və kontrol eləyən büyünün kontrol edirlər. Bu böyük sözdür ha. Yəni əgər siz tarixinizi bilsəz və başarsaz və mübahisədə, münazirədə əliz üstün olsa, elə millət qeynəyəcək, gedəcək qabağa öz yolunu tapacaq, öz haqqını istəyəcəkdir, alacaqdır. İndi də bir azadçılıq vardı bilirsiniz də, haqdan geri keçməyək bir nisbə azadçılıq. Mən elə bu iki 52 cələsədə hələ buracan danışmışam. Düzdür, çox məhdudiyyətlər də vardı mənə. Özünüz bilirsiniz, mənim peşəvari kitabımı çox söyürdüm. 21 Azərçap ola. Bir xas bizotda dədi, onun danışıqları idi. Fikirəm İnşaat Əmir Kəbiri Tehrana versəydim, məsələn, mücəviz verəydilər. Çünki deyərdilər, bu tarixi kitabdır, farsıdır. Burada ona mücəviz vermədilər. Ondan qabaqki kitabnamə dedilər, tarix bastan mücəviz vermədilər. Danışqaha pezeşkidən mənə dedilər, çağırmışıq danışasan. Qoymadılar orada danışan bu çilliyə görə. Bu cür bir məhdudiyyət var. Amma hələ mən söyünürəm ki, elə iki kəlmə hələ sözümü, bu belə məhdudiyyətləri ki, müşəxxəsən varımdır, amma bunların içində bunlar da deyilirlər. Tarixi mən düz rivayət edirəm. Təəssüblə demirəm. Pisini də deyirəm, yaxşısını da deyirəm. Bu işi Şah Abbas türkdür, yox gərək deməyək, pisləməyək, türkü pis deməyək, Nasirəddin Şahdan pis deməyək, Məmməd Əli Şah Qacardan yox. Pisə pis deyəcəyik, yaxşıya yaxşı deyəcəyik. Ya çünki elə baxsan elə tarix minlər ildir elə biz varıq da. Məgər ayrı şah vardı, məsələn deyək ki, pisliyək ya pisləməyək. Tarixi biz nəqd edirik burada. Və mən cəlib budur ki, bunların hamısına da səhvə deyirəm də. Mənbə deyirəm, şumarə səhvə deyirəm. Pəslər nəticəm. Sözümün demirəm bir quşəsini götürərlər, yorarlar, təhrif eləyərlər, əziyyət eləyərlər biləm. Amma çalışıram ki, adilanə danışam, insafdan çıxmayam və o məsiri ki vardılar, bu elmidən çıxmayam. Elmi məsrimdə gedə. Mir İmad Qəzvinindən qoyun sizə deyim. Bu Mir Məhəmməd ibn Hüseyn Həsəni Seyfi Qəzvini ki bunu siz Mirima şahid tanısınız ya İmadul Mulk, İmad Qəzvini xəttat idi, böyük xəttat idi və buna görə də bilirsiniz talarlar vardılar, yerlər vardı, hünərşədələr vardılar ki bunun adını adılar. Qəzvində bilirsiniz də Şah Abbas böyük baralardan birindəki əncam verdi Azərbaycanla paytaxta apardı İsfahana. Abbasabad da cürətli orada, Zulfadan da ermənilər də apardı öz yoldaş olsunlar orada. Buradan Zulfasından apardı Zulfa İsfahan cürrədi. Abbasabad cürrədi ki, Təbrizlilər məhəlləsi idi orada, indi də qalır Abbasabad. Və İsfahanda da bunlar çox təhriflər eləyiblər də, özünüz bilirsiniz. Birdən Alaqapı,
Yəni böyük qapı, ali qapı, ərəb eləyiblər, ali qapı eləyiblər. Amma qapısının hələ feilən söyündürücü budur ki, büyünəcən dəyişənməyiblər. Amma Allah verdi xan məsələn körpüsünü gətiriblər Siyosepol eləyiblər. Çünki 33 dənə bunun ağzı vardı. Allah verdi xandır da bunu deyəcək qorculardan idi və gətiriblər Allah verdi xan üçün türkü adı vardı. Bunu da bu cürsünə çeviriblər. Bu 961-də Qəzvində Hicri qəmərdə dünyaya gəlir. Ta 1007-də ki, Həratda bunu öldürürlər. 1006-da İsfahanı paytaxt eləyir Şah Abbas. Böyük bir dənə iştibahların biri budur. Qabaqcan Şah İsmayıl sənin cəhdin gətirib Təbrizi paytaxt eləyibdi. Ondan sonra neçə il Təbrizdən sonra Qərə qoyunlarda, Ağ qoyunlarda bura Təbriz paytaxt idi. İlxanlarda Təbriz paytaxt idi. Qazanxan da paytaxt idi. Tut getsin Səlcuqlar zamanında elə Təbriz elə paytaxt yeri verirdi. Amma niyə sən getdin bunu apardın İsfahana? Bir dənə çöl, quru bir çöldə, su da yoxdur. Məcbur oldun o belə də orada xəzinə eləyəsən, yol çəkəsən, su çəkəsən, nə eləyəsən? Ki bizim bir dənə böyük iştibahlarımızın biri budur. Amma böyük bədbəxtçiliklərində biri budur. Təbrizdə deyir dağıdın. Niyə dağıdın? Çünki dedi ki, bura Osmanlıların əlinə düşər o zaman ki, gəlirdilər. Bu da Ərdəbilə tərəf əqəbnişinlik elirdi, sönürdü, geçsin. Ki, orada Əli bəy qoymur da, buna da yetişəcək. Təbrizi də bütün yandırır, viran elə ki, olan əllərinə yetişməsin. Quyularınacan doldurur. Çayınacan bu meydan çayı deyirsiniz, indi acı çay deyirsiniz. Ki, dedik, acımaqdan gəlir, rəhmdən, rəhmətdən gəlir. Hətta onacan görürsən ki, dağıdır ki, hər yeri keçsinlər, viran eləsinlər o su. Bəli. Bu Mir İmad böyük xəttat idi. Öz zamanında böyük xəttat idi. Şah gələrdi buna məşəl tutardı, şəm tutardı ki, saxlamışam sən xətti yaz gecə. O qədər iş tökmüşdü bunun başına. Bütün bu Məscid-i Şah vardı İsfahanda, ya Məscid-i Şeyx Lütfullah var. Baxsız Mir İmadın xəttləridirlər. Vermişdi oranın bütün çarşılarını zaten bu yazdırırdı. Bu da bətər şeirlər deyərdi şahı. خدایا تو این شاه درویش دوست که آسایش خلق در ظل اوست بدارش بر او رنگ شاهی و جاه بر اوج فلک تا بود مهر و mah. Ta o zamanacan ki deyir, ay vardı, gün vardı, günəş vardı. Bunu elə şahlıqda bunu saxla. Belə bir şeirlərdə deyir. Bilirsiniz axı bizim şeirlərimiz mədihə quyudurlar da. Yəni farsı şeir, yəni mədihə. Yine bir türkü şeirdə İrfanzat vardı. Siz bunu araştırsanız, mən o cür ki araştırmışam. Yüzdə şeiri farsının %40'ı çox daha, yəni bir nəfər 100 beyt şeir deyib, %40'ı bunların mədihədir. Türk şahlarının məsələn böyütmağıdır, şişitmağıdır, yağlamağıdır. Nə mənə deyirsiniz deyin. Yəni çox pisdir da ki, siz ədəbiyyatı ki, bu belə zəngin, bu belə qənidir, fars ədəbiyyatı çox qəni şeydir, dildir. Farsi dildə çox lətif dillərin biridir. Osmanlılar farsı şeir deyiblər. Türklər nizamısından, xaqanısından, sahibindən tutun. Bu bir zaman bizim necə indi ərəbi məsələn dua deyirik, dua eləyirik. Bu ərəbi özü də çox ağır dillərin biridir. Farsi dildə bu mən demirəm, amma bunu Nəsrullah Fəlsəfi yazıb. Qızılbaşlar farsi dilini söyməzdilər. Nəsrullah Fəlsəfi deyir ki, onlar deyirdilər ki, türkü dil kişilərin dilidir. Amma farsi dil xanımların dili, zənanə dildir. Ona görə söyməzdilər. Amma hər halda bu təb və ehsasat üçün bəyan eləməkdə lətiflikdir, rahat şeirə gəldi. Türkü bu cür rahat şeirə gəlməz, nəzmə gəlməz. Ona görə şeir türküdür. İndi çox üzücüdür ki, hələ məsələn Səlcuqlarda bu az idi. Şayad məsələn 20, %25'i mədihə idi Qəznəvi Səlcuq zamanları. Amma Şah Abbas zamanı fikirəm %80'i şeirlərin hamısı elə bu hakimdir. Bu şaha demək. Yəni siz baxın, nə qədər bizim şeirimiz var, nə qədər bizim şairimiz vardı. Mən fəqət istəyəm məsələn şairlər ki vardılar. Fəqət Təbrizlə ha deyirəm. Baxın şairlərə. Bunları Təzkurətüş Şüəra. Biraz elə bir yoruldum. Təzkurətüş Şüərای Məhəmməd Abdülğəni xan ریاض‌الشعراء والح داغستانی تذکره نصرالله آبادی تذکره صبح گلشن تذکره عرفات عاشقین بود تقی‌الدین محمد اوحدی Bəlyani mən bunlardan çıxartmışam. Baxın, Xazin Təbrizimiz var. Huruş Təbrizimiz var. Samiri Təbrizimiz var. Səhviyə Təbrizimiz var.
Mir Abdulbaqi Təbrizimiz var şairlərdə. Uzri Təbrizimiz vardı. Məşriqi Təbrizimiz vardı. Mulhim Təbrizimiz vardı. Bir daha sahibi Təbrizi tanırıq. O da üçün Hindistanda Türk şahları onu becətdilər. Nə buradan? Heç bir şair bunların adlarını eşitməmişdiniz. Yerjür şair, amma bütün şairlər, hakimləri fəqət təmcid edirlər, böyüdürlər, izafə şeirlər deyirlər bunlara. Ona görə ədəbiyyat farsının bütünlüğün bu 1000 ildə yığasız, bunun %40'ı fəqət ki, qoyasız zibil qabına üçün yalancılıq şeirləri, şairlər, şahlara şeir deyiblər ki, bir qızıl puli alsınlar və ondan geçinsinlər, ayrı bir iş görməsin. Sonra bir yol cəlib budur. Mir İlmaz zamanında bir daha da Əli Rizai İdavət çıxır. O da xəttatdır. Bunların ikisinin sözü çıxır. Arası dəyir. Şah gəlir Əli Rizanın tərəfini tutur. Mir İlmazı boşur. Bu Mir İlmazı bətər dəyir. Çıxır gedir Hərat tərəfindən. Qəzvindən çıxır gedir. Və da bala şahla acıqlanır. Sonra bir söz oraya yetişir ki, heç şeir yolu. Şah da buna saymır, cavab vermir. Bu lap bətər hislənir da izafə şeirlər yazır. Cəvahiri ki mət تو نظم کردم بدل شد از خنکی تو سرد چون ژاله. Sənə bu cür deyir, cəvahir kimi şeir dedim. Soydu eyni ləbir məsələn yaprağın üstündə bu şəbnəm kimi qurudu. چه سودم از ید بیضا چو تو نمیدانی بیان صحبت موسی ز بانگ گوساله. Yəni deyirsən bu bizonun inəyin balasının səsi ilə Musanın danışığın yədi bəyzasını sən bilmirsən, baş çıxartmırsan. Şaha deyir ha bu nə? یکی از این حرکاتت این بود همی bakın şeirin də susluğuna فرو بری به زمین نام و ننگ سساله. Da şaha bunlar deyəndə şah bizləri özünə gəlir. 70 tümən göndərir Hərata ki, get mənə bir daha şahnamə yaz. Yollayaq bu kitabxanaya səltənətdə. Şahnamələr də elə o zaman çox dərmod oldular. 70 tüməni alır. Bir ildən sonra bu gedir Mirzə ki, bundan alsın kitabı. Görür 70 beyt yazıbdı. Deyib, kitabxana bu 70 beyt idi. Deyir elə bu kəfayət eləmədi. Elə pul elə 70 beytlik idi. 70 tümən. Əlbəttə 70 tümən onda çox idi ha. Məsələn, bir tay fərz eləyin ki, uni 5 qirana verirdilər. Bir tümənə 2 tay verirdilər. Elə o zaman üçün o da çox ərzişli halı idi o zaman o un. Gəlir bir yol 70 tüməni şah deyir ki, şata qıtmır idi. Deyir, gedin mənim o 70 tüməni alın bu şeiri də qeytən özünə. Gedirlər deyir, xəşləmişəm 70 tüməni. Şahiddan çağırır, bunu qeyçi ilə miqraz. Onunla kəsir, doğurur şeiri. Hər şahidına bir dənə bu beytdən verir, bir tümən alır. 70 tümən yığır, deyir, verin şah, yolçu şahıza aparın. Da şaha bu çox bətər dəyiri. Məqsud bəyci, misgər Qəzvini, ki o zaman Şahsəvənlərin Qəzvini Şahsəvənləri idi, ona da bir ad qoymuş, Sünni it deyirdi. Sünni iti deyir, heç kəs yoxdur, öldürə məni bunun şərrindən qutara. O da işin bilirsin, özü də müttəhəm idi o zaman sünniliğa və gedir, gecə bu Mirimat ki çıxmışdı, bu xoşnevis getsin xəzniyə, hamama, tökülürlər, gecə ilə bunu öldürürlər. Şah da özünü vurur o yola. O şahlardan idi ki, öldürər, sonra ona deyər Yasin tutar. Bu Şəhriyarın şeirində vardı. Deyir ki, yox, onu öldürənlərini tutun, deyirlər qurban. Bu qəranlıqda öldürüblər, tapanmadı. Xülasə əşq-i timsah gözündən krokodil yaşı tökürüm. Gecə cümə günü 1024-də bunu öldürürlər Hicri qəməridə ki, bunu doğraq eləmişlər. Heç kəsin sürəti yox idi, düşədən bunu yığsın. Əbu Turab İsfahan adında bir şahid var idi ki, sabahsı gəlir, onları yığır, aparır, kəfni dəfn edir, quyulur hər halda. Bu da Mir İmad Qəzvinin nəqli idi ki, Şah Abbası görəsiz ki, nəcüsdün idi. Mədihə pərvər, zalim, riyakar, doduz, kələhbaz, yalan danışan və bilim böyüdüb sonra yerə çırpan. Çox məmnunam Aydın. Siz də bir istirahət edin, bir su için, bir çay için. Çox suallar da olabilir. Vəli hər halda icazə versəz mən Aydın Tabanına sual verim. Siz də bu fürsətdən bir çay için. Mən bu söhbətləri ki olur və bu xəsisələri ki siz buyurdunuz Şah Abbasdan mənfi və müsbət. Zaten bilirik ki Kəbir ləqəbi Şah Abbasi Kəbir
Koğruşu Kəbir, İskəndəri Kəbir, Potri Kəbir, Napoleonu Kəbir. Bir xüsusiyyətlərə görə, keşfəquşayiyyə görə ya bu ləqəblər verilir. Mən bunu Ay Taban, birinci sual sizdən icazə buyurun, Ay Doktor da istəsə sonra nəzər buyurarlar. Əslən bu ləyaqəti Şah Abbasın bu Kəbir deməyə var idi. Siz öz nəzərinizə ki, agah bir. Burada mən bunu yadımdan çıxır, sözü gətirir. Buyurun, xahiş edirəm. İstəsə siz buyurun. Bəli, buyurun. Mən deyim. Məmulən o adamlar ki, türklərə böyük zərbə vurublar, el onlara Kəbir deyiblər. Bəli, biz indi burada qızavət edirik, tarixdir da, səfəsi ilə, şumarəsi ilə, səfərnamə ilə deyirəm, özümdən demirəm ki, hər bəndin, hər kəlməsinə gəlsələr, mən deyirəm, bunu filan yerdən yazıb, deyib çıxartmışıq. Biz indi baxın, qəzavət edin ki, bu Kəbir idi ya Kəbir dəyərdi. Niyə vəli Kəbir qoyublar? Boğuzlarından, risalətlərindən. Yəni bu qovum pərəstliyi ki, mütəəssifانه İranda indi bu Ayzun Uzat da dedi. Çox qarışmıram, mən bu günlərdə futbol əslən qarışmıram. Məndə bu qovum gərayı ki, məmulən vardı. Bunları bu Pəhləvi zamanında neçə nəfəri Kəbir elədilər, biri də bu idi. Çox məmnun. Elə bunun idaməsində pəs Şah Abbasa da müvərrixin İran şəhri düşünürəm ki, nəzərləri müsbət baxıbdı. Hər halda mənfi bir bəxşilər də olsaydı, onlar da Ay Taban sizin də nəzəriniz. Vəli Ay Taban, bəlkə bu sual sizə daha dəqiq deyə bilərsiniz. Hansı qüdrətlər Şah Abbasın der vaqiə bu savaşları ki Şah Abbas aparıbdı, Quya Bəğdad və Ərağı Portağallıları cənubdan ötürüb eşiyə və Təbrizi və Ermənistanı da Osmanlı Türk şahları ilə savaşıbdı və onları da Quya vazifəs alıbdı. Hansı qüdrət bu dünyadakı bugünkü müqayisə eləyəndə bütün qüdrətlər bir-birlərini himayət edirlər. Şah Abbasın hami poştiban nizami amuzişi demək olar ittilaatı lojistikisi hansı xarici qüdrət vardı? Əgər buna görə Ay Taban məlumatınız vardı, çünki bu savaşlar da bir həmişə bir niyabət savaşlar vardı, bu gün də bunu görürük. Buna görə nəzəri söhbət olsa bunu Ay Taban. Buyurun, ta Ay Doktor'da. Birazdan sonra çalışsan qeydaq Ay Doktor'a. Ay Taban varsınız, maykınız açıq. Xahiş edirəm. Ustadın yanında bizim danışmamız Beslah, nə cür deyim, o ya Beslah adil deyibdilər. Bilin ki, onun Beslah dalısında bir iştibahları vardı ki, istəyibdilər onu cürləyələr. Amma Şah Abbas ya məsələn Səfəvi hakimiyyəti ilə demək olar ki, Pəhləvi hakimiyyətinin çox oxşarı vardı. Çünki hər ikisi də bunların bir dövrədə vücuda gəlibdi ki, ondan sui-istifadə olunubdu. Birdən 5 dənə imperatorluq, Türk imperatorluğu ki, Salim 1500-də ya 1500 birdən 10-a, 12-yə Türk dünyasında var idi. Osmanlı qərbidə Kırım xanlığı, bugünkü Beslah, Ukrayna topraklarında, Qıpçaq topraklarında və Şib Cəzirə-i Kırımda, Şeybanilər Asiya-i Miyanədə, Babirilər Hindistanda və Səfəvi hakimiyyəti bunların mərkəzində. İndi bu 5 dənənin arasında ki, hamısı sünni məzhəbdilər və fiqh Hənəfi ilə əksərən idarə olunur. Gəlib bir dənə Şiə hakimiyyətini vücuda gətirmək ki, İngilisin vasitəsilə oldu və Qərblilər be xatirin ki, Osmanlılar dayanmışdılar Avropanın Beslah mərkəzində Viyanə döngü etmişdilər. Onun qabağını alsınlar, gəldilər Səfəvi hakimiyyətini İranda vücuda gətirdilər ki, Türkü Türkünə vura bilsinlər. Və bu iş əncam tapdı. Baxırıq, görürük ki, məsələn, Azərbaycanda o savaşlar iki gedibdi və 100 ildən izafə Azərbaycan böyüman sərzəmini suxdə istifadə olunubdu. Xüsusən Şah Abbas dövrəsində 20 il Azərbaycan Osmanlının əlində qalıbdı.
yəni işğalda qalıbdı və mütəəssifanə Şah Abbas Təbrizi fəth eləyəndən sonra orada da bir böyük iştibahı gördü. Be xatir bu üçü Təbrizlilər o tul müddət işğalda Təbrizin altındakı o kanallar və tünellər ki var idi və şəhrin altında müxtəlif yerlər var idi. Onlarda gizlənirdilər və bəzən çıxırdılar Osmanlılardan 10 nəfər, 5 nəfər öldürürdülər, təlaşdan girirdilər o tünellər, dalanlara gizlənirdilər, orada qalırdılar. Şah Abbas məhz bu iki Təbrizi İslah fəth elədi, Osmanlılardan aldı, verdi, tamamı o tünelləri doldurdular və onların ağızlarını bağladılar. Və bu bir ki, niyə Təbrizlər mümkündür mənim də əleyhimə şuriş eləyələr və girələr bu tünellərə, mən onlarla başara bilmirəm. Və bu bir böyük iştibah idi. Şah Abbasın bir iştibahı da var ki, cöz və əvvəlinlərdir. Əvvəlin var Şah Abbas dövrəsində biz xalisiyə bir islah deyirik ki, yerləri xalisə vücudu gətirirlər. Ondan qabaq bir islah şəhərlər, kəndlər hakimlərin əlindədir və maliyyatlar müşəxxəsdir. Mövqeyi ki, şah bunları xalisə eləyir, der nəticə o hakim ki qərar verir, o hakimlər şahdan bunu alırlar puluna və bütün maliyyatı gərək yığalar və özləri də mənfəət götürələr, başlayırlar milləti qarət eləməyə. Çünki həm gərək özlərinin mənfəətini götürələr, həm o yükü şahdan alıbdılar, onu şaha təhvil verələr. Və bu da bir dənə əvvəlinlərdəndir. Və tiryak sərəyanı ki, ondan xodkoşluq eləyirlər. Ustadımız da bilir ki, sal 50-yəcən bu cərəyan elə bizim Azərbaycanımızda var idi ki, əksər xanımlar istəsəydilər xodkoşluq eləyərlər, tiryak atardılar. Bu Pəhləvi dövrəsində də var idi. Bu ittifaqlar çox düşübdülər. Müntəhai məratib, əgər biz başlasaq, məsələn, Cəzirə-i Hormuzun almağından, ya Cəzirə-i Qəşmin almağından siz eləyə bilərsiniz, baxasınız, ora alınandan sonra o qərardad ki, ingilislərlə bağlanıbdır, o qərardad nişan verir ki, bura niyə alınıbdır? Ondan ötürü alınıbdır ki, Portağallılar çıxsınlar eşiyə, onların yerində ingilislər otursunlar. Və baxırıq, görürük ki, ingilislər ta sal 52, yəni 1352-yəcən huzur-i daimlər vardı Xəlifasda. Sal 1352-də, yəni mövqeyi ki, Amerikalılar gəlirlər, olur ki, Xəlifası boşalsın. İndi baxın, o əvaqibi ki, tənha Hormuzu onların əllərindən almaq, Qəşmi onların əllərindən almağın əvaqibi gör neçə il zaman aparır. Bu böyük bir məsələdir. Və bir tərəfdən də o ticarəti ki, Xəlifas tərəfindən. Məmnun oldum sizdən. Qurbanam, yaşayasınız. Çox məmnun. Bunu deyim ki, biləfərə bunların şəbahəti çoxdur. Ustad da eləyə bilər bu məsələyə bir islah əl ata. Çox məmnunum. Qurban sizə. Çünki çox uzun söhbət var. Ayı götürəm, bayraq da buyurdular. Bəlkə 2 və ya 3 cələsəmiz də ola bilər. Sizin gözəl məlumatınıza görə də mən təşəkkür edirəm. Məxsusən o tunellər ki, Təbrizin yer altında var idi. Müxtəlif yerlərdən, Ərkidən müxtəlif şəhərə insanlar eləyə bilirdilər. Tərəddüd eləyələr, adamın yadına Qəzzənin tunelləri düşdü ki, bu gün indi bu dünyada şey olur. Əlbəttə, Tehranda da gözəl tunellər vırırlar. Bu savaş məsələlərində çox mühüm bir məsələdir. Bəli, hər halda istədim. Bu bizim Şah Abbasın da həttəmən bir neyrular ki, istirdi Osmanlı'nın qabağında dura, onların hamilərini də mərif eləyəsiz. Mən o sualım əsasən onun üstündeydi. Hər halda Kimya xan, əgər müsait olsaz, sizi də bir qıssa eşidək və əgər müsait olmasaz, Mayxla mənə işarət buyurun. Mən də çox təşəkkür edirəm. Çox sevdim. Çox sağ olun, hörmətli Eliyar bəy, və mən təşəkkür edirəm. Döktürəmi çox yoruldular. İstədim gələm Mayq, amma söhbətləri o qədər gözəl idi, istəmədim söhbətləri dəva ortada qırıla ona görə. Mən ittifaqən bu məsələyə ki,
bu əxlaq siyasi ki var idi bu Şah Abbasda. Bana mən 70% bu adamda, 80% bu adamda müşkül görürəm. Nə kamilən əxlaqdan uzaq, bəlkə o tənaqüsü ki siz buyurursunuz. Hər halda bu qədər əcəb böyünə bir də məsələ buyurdunuz ki, şahnamələri orada yazıldı. Elə mən fikrim elə Firdevsi də oralarda başlayıb yavaş-yavaş çıxıb düzə. Hər halda istəyiblər ki, o qüdrətlər tənaqüsdür da buna da bəlkə bir işarə eləyək. Bu əxlaq siyasi böyün İranda da hakimliyi götür. Yəni elə qabağa aparıb Şah Abbasın o rəftarı, tənaqüsları ki, böyün biz hər halda İranın bu məsələlərində də görürük. Əxlaqçı fərqdir, riyadır, yalan danışmaqdır. Hamı bir-birinə üzdə qurban olum deyirik dalda da və o Azərbaycana da bu həddidə, yəni Azərbaycana bais olub vaqəən. Ki, böyünlər bizim millətimiz bir miqdar bu əxlaqı siyasini də vaqəən eləyə biləmlər, götürərlər. Buyurun, mən Michael sizə verirəm, ay doktor. Ya Eliyar bəy, buyurun. Olun ağay Taban. İstifadə elədik. Şah Abbasın bir şeiri vardı. Deyir ki, öz dili ilə deyirəm də, Şah Abbasın öz şeiri. Görün nə mənə deyir. Deyir, küfr ilə iman arasında qalan mənəm, zunnar ilə təsbihi bir yerdə salam mənəm. Zunnar o qeyş ki, ermənilər bağlılar, İsəvilər, Məsihlər bellərinə bağlanır, ona zunnar deyərlər. Deyir, küfr ilə iman arasında qalan mənəm, elə qəşəng deyib özünə, nə kafirdir, nə müsəlman. Zunnar ilə təsbihi bir yerdə salam mənəm. Səfərnameyi Pieter de la Vallée, cildi 3, səhifə 340 ta 346-dan deyirəm. Deyir ki, mən bunu başa sala bilmədim. Şah Abbasın bir səthi bir savadı vardı. Gəlib deyir ki, dünyada 72 firqə var İsəvi. Suxənranı elədi. Mən bunu deyib başa sala bilmədim ki, xeyr ki, qurban o üstünə dəyir. Çünki durub adamı öldürər axı. Deyir ki, İspanlılar Həzrəti Əliyə Santiago deyirlər, İsəvilər ona Saint Joseph deyirlər və şüvaliyəhay Saint Jacques ki, şüvaliyələrdirlər. Həzrəti Əlinin Zülfəqarın boynlarını asırlar. Onlar da deyirlər Həzrəti Əli kişi idi, Həzrəti Əli ürəkli idi filan idi. Yəni bu Şah Abbasın inancıdır. Deyim mən onu başa sala bilmədim ki, baba, Həzrəti İsa, sən dediğin Saint Jacques, bunlar əslən Həzrəti Əlidən qabaq idilər, İslamdan qabaq idilər. Yəni döyürənlər bir-birinə fərqli idi. Bu da deməyim də, bu desəm söz uzuna çəkər. Bizim də bir daha məhsullarımızdan var idi qabaqcan, neçə il qabaqçı bu cür söhbətlər çox deyərdi və mucibi məzhəkə olmuşdu. Dünyanın hər yerində gülürdülər biləsinə. Allahverdixan ait habım, bu nə calibdir. Allahverdixan bizim sepəhsalar idi da, Əmirül Umara. İndi elə bir vəziri cəngimiz olur. 1004-də bu Əmirül Umara olur. 1010-da Bəhreynə alır. 1023-də Fərəhabad Mazəndərandan İsfahana gələndə orada bir yol bu ölür. Calib budur ki, bu ağay Allahverdixan, burasında bir daha dırnaq arası bir xatirə tərifləyim. Güman bu İmam Rızanın mərqədində özünə bir dənə qəbr düzəltdirmişdi, qəşəng bir yer düzəltmişdi ki, orada bunu quyulasınlar. Tərəf gəlir İsfahana, deyir ki, bizim o gümbətdən nə xəbər, oranı cürrədiz? Deyir ki, günbəz çox gözəl, al olubdu, eyvanı da çox gözəl olubdu, al olubdu. Fəqət məqdəm Həzrəti Ali müntəzir təşrif gətirəsidir. Ki, deyirlər, baba pis işdi bunu dedim filan. Xan deyir ki, o elə bu acah olubdu, mən elə bir öləcəyəm. Və bunu da Şah uzaqdan bir seyir gələndə bu Mazəndəranda görür, deyir ki, ölməlidir, elə bir öləcəkdir ki, neçə gün ondan sonra ölür. Bu Allahverdixan erməni idi. Gürcüstan əhalisindən idi. Ondan sonra bizim vəzir zəngimiz kim olur? Əmir Divan İmam Qulixan olur. Bunun anası erməni idi, Gürcüstanlı idi. 1022-dən 1026-yacan ki, çün bu İmam Qulixan, bunu da əlbəttə 3 oğlu ilə Şah Abbas öldürür. Ondan sonra Gərc Qayxan idi. 1026-da bu gəlir olur Sipəhsalar. Bizim vəziri zəngimiz olur.
ki bu Azərbaycana gəlir, Osmanlılarla dava edir. Əlbəttə heç çox cürətsiz adam idi, dalı qeydirdi. Əli bəy idi ki, Osmanlıların arasında üçün böyümüşdü və özü İranlı idi, onlara xiyanət edir və onları qırır, gəlir bunlara deyir ki, Osmanlılar ona görə şikəst yeyirlər Azərbaycanda. Və elə hər yerdə bunu tarixdə Qırçqayxana yazıblar ki, bu qələtdir. Bu kim idi bizim sipəhsalarımız? İrəvanın ermənilərindən idi. Yəni siz baxın, uzun zamanda bizim در واقع 22 il vəziri cəngimiz 3 dənə ermənidirlər. Və o qədər bu erməniləri gətirir özünə yaxın. Ay Taban buyuran kimi qəziyyə bu cür sadə baxmayaq tarixə. Qəziyyə budur ki, Üzbəklər bu halda sünnüdülər. Osmanlılar o halda sünnüdülər. Burada gərək bir dənə şiə vücuda gətirəydilər, dəstək verəydilər. Əlbəttə İran çoxdandır, ondan qabaq şiə idi. Vəli bunu gərək eləyə bilirlər. Bu ixtilaf məzhəbini rüşd verəydilər, şədid eləyəydilər, ta eləyə bilirlər ki, oradakı qızıl alma har idi, Rom idi, Vatikan idi. Gedirdilər Məsihiyyəti alsınlar, Urfanı alsınlar, dünyanın hər yerində bu İslam yaysınlar. Gərək onun qabağı alınaydı. Neynədilər? İsa Şah Abbasa gətirdilər, top verdilər, tüfəh verdilər, nizami müşavirələr verdilər. Buranı al, oranı al, Bəğdadı məsələn Osmanlıların əlindən al, Azərbaycanı al. Və bu bais oldu ki, Osmanlılar ki, əğləb söhürtləşi İranlarla müsalihə eləsinlər. Deyirlər, siz də baba müsəlmansınız, biz də müsəlmanıq. Bizlə gəlin, savaşmayın, haracan deyirsiniz, verək sizə. Bəli, bu haldən bütün dərbarda, vaxtı mələkələr, hamısı ermənidirlər, gürcüdürlər, hamısı Avropadan gəliblər. Yəni özləri bunları gətirdilər, soxurdular dərbara və bütün bunun yanında duran Uskofun, papın hamısının nümayəndələridirlər. İspaniyanın əğləb səfiri elə bunun elə o digər dostu həm Gərmani və Qolistan bir yerdilər, onlardan idilər. Yəni bundan daimən bir yerdilər. Hər yerdə səfir İspaniya ki, onda çox nüfuzlu idi, bunun üstündə var idilər və Şah Abbasi təhrik edildi. Şah Abbas xub qudrəti söyri və görüş öz şəhərlərini azad eləyə bilir Osmanlıların əlində və bu cür xurafatı bunun beynində oturdular ki, baba bu zülfəqarı salırlar bunlar boynuna və təhrik edirdilər bu Osmanlılara. Elə bir zaman olmuşdu ki, bu deyirdi ki, erməni kilsə cücürdü. İran hər şəhrində kilsə cücürdü. Əslən azad idilər bunlar. Əslən məhəllələr var idi, Zərtuştdan məhəllələr var idi, Yəhudlar düzdür biraz məğzubun əleyhi idilər Şah Abbasa. Amma onlar da yenə biraz azad idilər. Amma sünniyə göz verərdi, işıq verməzdi. Bu işi Şah Təhmasib öz zamanında demişdi ki, lən eləmin Ayşəni, lən eləmin Ömər Əbu Bəkri. Bu gətirir təzəşdən onu mod eləyir, təzəşdən bunu rəvac verir məscidlərdə və bu Osmanlıların moridində bir dənə uzun dastandır ki, biz gələn bölümdə danışacağıq ki, bu rişəhay siyasi bu cəryan nə mənədir ki, biz nə cür oyun olduq Qərb və nə cür oyun olduq dünyayı Qərb bu istikbar və Məsihiyyətə ki, müsəlman koşu olsun və bir-birimizin enerjimizi alaq, onlar o haldan gedənməsinlər qabağa. Bu Şah İsmail baş tatdı, öz oğluna dedi, sağ olsun, Şah Təhmasib buna qulaq asdı, daimən də irtibat deyirlər, bir-birlərinə oğluma tam deyərdilər, bunlara qabaqçı bəhslərdə dedi. Amma Şah Abbas zamanında bu ittifaq düşmədi və daimən bu davalar, savaşlar oldular ki, hətta əqəlli bahis oldu ki, 20 il məsələn Təbriz özü işğal oldu, sonra viran oldu, sonra kəndlər yandılar, çox xəsarətlər vücuda gəldi. Xanımlardan söhbət düşəndə mən fikir edirəm bunu biz başlasaq büyünlərmə yetişdirməyəcək. Aytabanın sözünə görə bir daha da bir nöqtə deyim. Şah Abbas zamanında fəvahiş mod oldular. Əslən fahişəgəri baxın İranlılar nəcib idilər, üzlərini örtərdilər, ötməsəydilər üzlərini açsaydilər, Azərbaycanlılar çox üzlərini açardılar, başlarını da sardılar. Elə bizim bu yeylaqlarda bu əşair nəcürdür, o cür giyinərdilər də qədim zamanlar. Amma cəhdi bunları rübəs saldı, niqab saldı. Eyni halda da biz bu səfərnamələrdə görürük 4000 nəfər rəsmi fahişə vardı, gecə qadını vardı. Bu gecə qadınları ki, gecə bayquşlar kimi düşərlər xiyavanların canına, özdə adları var idi, məsələn bu 10 tümən, bu 4 tümən, bu 1 tümən, nirxləri ilə məsələn Məryəm 4 tümən deyərdilər. Nirxi yəni 4 tüməndir. Bunlar maliyyat verərdilər. Şahın böyük gəliri iki yerdən idi. Bir ermənilər bu ipək ya əbrişəm alış-veriş elədilər Avropa ilə. Çünki tolidatı İranın çox idi. Bir oradan çox dərəmədi var idi. Bir də bu fahişələrdən
Hələ 4000 nəfəri deyir rəsmi dəftərdə soxub ad yazdırmazdılar ki, maliyyət verməsinə. Bunların çox gəlirləri vardı. Şah Abbasa da çox gəlir verərdilər. Biz Gələncələsə danışanda, bunların adlarını deyəndə, Şah Abbasla rabitələrini deyəndə, bunların məhəllələrini danışanda görəcəksiniz ki, nə baxın biz deyirik ki, İranda niyə deyirəm ki, indi elə məsələn bu son zamanlarda bu neçə illərdə biz görürük fahişəgəri, bibəndubarı, ehtiyat, səbuksəri, yüngül danışmaq, səthi savadlar, səthi izah nəzərlər, bilmirəm blogerlərin şax olmaqları, bir başına sərgəs salsın, bir daha kişi bizat danışsın, biri desin, nə bilmirəm, məsxərə bir söz salsın ağzına. Bir cür olsun ki, cəmaət heykəsini onu öyrətsin. Bu göstərir ki, o gün ki, bizim əndişməndlərimiz, o gün ki, bizim yaxşı oxuyan xanəndələrimiz, o gün ki, bizim yaxşı teatr oynayanlarımız, yazıçılarımız məhaqa getdilər. Yəni, bunların əllərindən tutan olmadı, bunlara like vuran olmadı, bunların, bilmirəm, gəlirləri çətinliyə düşdü. O günlərimə, yəni o camiə inhitata gedirdi. Bizim böyük bədbəxtçiliyimiz budur ki, bunu biz başa sala bilmədik bəzi məhsullara ki, nə cəryandır, hara gedirik, nə mənə oyunlar vardı, nə nəxşələr vardılar. Bəlkə də bəzi məhsullarda da nüfuz vardı da, nüfuzu fərhəngi vardı və onlar özləri dəstəkləyirlər ki, sən bu cürsünə olsun və biz başa salmadıq. Gələn cələsələr bu danışsaq, bəlkə açılışdı, bəzi məhsullarımızdan da şahidləri eşitdilər, bəzi adamlar ki, karədilər, bəlkə bir oyandılar, bildilər ki, cəryan hara gedirik və son günlərdə bu pəhləvizmdəki rüşd eləyibdi, xoşbəxtانه. Biz oradan ki, əlimizə gəlir, ayıldırıq milləti ki, bu nəxşədir, bu bir dənə böyük projedir və bunu bilsinlər də haşiyə getmirəm, çünki Şah Abbasdan danışmışıq, bundan çıxmıram. Mən Şah Abbasdan bir şeir deyirəm, bu şeir ki, bəzən dili özü deyibdi, amma özü mən fikrim deməyibdi. Bunu Bəğdaddan sonra bunu eşidin və bundan sözümüzü qurtaraq. Əgər sualı var, eşidim sonra bu şeiri oxuyayım. Çox təşəkkür edirəm Ay Dövtü. Lütfən istəyirdim gələm söhbətinizə ki, Atilla bəy gəliblər. Bəlkə ondan bir söhbət eşək. Axır söhbətidir. Ay Tabandan fəqət qıssa lütfən, çünki otağımızın zamanı əmələn qutulubdur. Sonra sizin şeirinizi və otağımızı hər zamanki kimi bir şeirlə yenə bağlayacaq. Atilla bəy buyurun. Salamlar, saygılar xidmətinizə. Mən bu Ermənilər haqqında istedim Ay Düktürdən bir sual soruşam ki, bu Erməni deyəndə nə anlama gəlir? Bunlar üçün bizim bir sürü Hristiyan Türklər, Məsihi Türklər də varımız. Bu Erməni deyəndə onlar da olur ya bir başqa etnik olur? Çünki bunlar Hristiyan Məsihi Türklər ələn Gürcüstanda da dururlar, Urum adında. Və Türkiyənin yine ki Osmanlı zamanını Qəhrəmanlılar onlar Məsihi imişlər ki, bu Luzan anlaşmasında bunları mübadilə edirlər, yollarlar. Çünki Məsihi imişlər, yollarlar Yunana. Ora köçürdüblər və orada müsəlmanlardan gətirirlər Türkiyənin içine. İstedim görəm ki, bu Erməni ki, bu Şah Abbas zamanına araya geldi. Bunlar kimdirlər? Bunlar haman etnik xasdırlar. Çünkü bu Ermeni biz Türkler içinde mesela o ki Mesihiydi ona Ermeni diyerek. Yani bunu biraz bu karışıktı. Bu belli değil ki bu ele Türk Ermeni olur ya ele bir etnik xasdır bunlar. Memnunum. Mənim şəxsi nəzərimdir bu. Mənim şəxsi nəzərimdir ki, bəli, Ermənilər qədim türk idilər. İllət budur ki, onların o qədimi yazılarında deyir ki, bunlar Nəvadiqan, Nuhda, Dudman Yafstandılar. Yafsı da hamma bilir ki, Yafsılar türklərin Əbultork deyiblər, yəni türklərin dədəsidir. Bunu müəssisi Xornantisi, yəni o öz kitabında da bunu gətiribdir. Amma niyə bunlara Erməni deyirlər? Bu xatirin ki, bunlar bir dənə qovum var idi, Armən ya Ərmən ya hətta Aramda deyiblər. Bu Armənin üçün törəmələrindendirlər bu istilah. Bunlar Məsihiyyəti sonra qəbul elədilər, amma Aşurlardan gəldilər, Rumlardan gəldilər, qarışdılar bunlara və Erməni şəkli tapdı. Mənim öz baxışım bu cürsünadır bunlara görə. Amma hər hal biz illər boyu Azərbaycanda onlarla sülhdə yaşamışıq. Təbrizdə qarnlərdir, nəsillərdir, Ermənilər vardı, indi burada Barnavar var, məhəllələr var, kilisalar vardı. Sülhdə bir-birimizlə yaşamışıq.
Lakin o Türkün davasında, yəni Osmanlı Türkü ilə İran Türkün davasında ki, gərək Türkün qabağına idi, onlar getməyəydilər, Qərbi almayaydılar və müsəlman eləməyəydilər. Onda bunlardan çox istifadələr oldular. Məxsusən bunların dilmancılığında və iştirak məzhəbisində çoxlu istifadələr olundu. Çox yaşayasınız. Aytaban, sizdən də qısa işləm. Atilla bəy, inşallah ki, bir cavabınızı biraz ala bilibsiz. Doktor Aytaban, buyurun. Bəli, İndi xəlifə sual Erməni tabe dəyirdi papa. Ona görə Şah Abbas da bu neçə seri tapşırdı ki, get, yəni Şah Abbasa gəldilər vəsat edirlər ki, sən denə bu xəlifə Ermənilər Zulfada getsin onun əyanət üstün, əyanı öpsün, tabe olsun. Dedi ya o da bu vaxt öz arazda yola getmisiniz, mən nə mənə deyəcəm, burada azaddır, qəbul eləməlidir. Ona görə bunlar özləri də çox zamanlarda müstəqil olublar. Aytaban, buyurun sizdən də qısa işləm. xahiş edirəm. E, Azərbaycanda və Qafqazda olan məsihilər ki, erməni deyirik bu gün bilələrinə iki qismətdir. Bir qisməti Alban hakimiyyətindən qalanlardılar ki, onlar türk soydular, türk soylarındandılar. Bir qisməti ki, Qərbidən gəlibdilər və Ermənistanı təşkil verdilər. Təqribən demək olar ki, Türkmənçay müqaviləsindən sonra yığışdılar o məntəqəyə. Bunların əsli torpaqları bu günlərimə Suriyə ilə Türkiyənin mərzində o yerdə ki, Fərat Türkiyədən keçir Besla Suriyə torpağına, o məntəqədə bir Ermənistan var idi ki, oradaydı və Ermən lüğəti özü yəni balıqçı, balıq tutan və oraya ilə bura fərq eləyir. Hətta Osmanlı zamanındakı təhcir vücuda gəldi 1905-də ya 15-də o cərəyanı təhciri ki, Osmanlı erməniləri elədi. Bunları şərqdən və hər yerdən yığırdı, Tazaşdan yollayırdı ana torpaqlarına ki, həman Suriyə ilə Türkiyənin arasında olan o qismətdir ki, və bu günlərimdə görürük ki, ermənilərin əksəriyyəti orada besla torpaqları var, yerləri var və oradan gəlgetləri vardı. Amma Alban Məsihliləri ki, bu günlərimə erməni deyirik onlara, o fərq eləyir İslamdan qabaq Azərbaycanın bir qismətində Albanlar hökumət eləyibdilər. Hətta Təbrizin yaxınlığında bizim kəndimiz vardı ki, Alban adındadır. Urmiyədə də fikir eləyirəm biri vardı və 3 dənə ya 4 dənə Alban adında bizim kəndimiz var Azərbaycanda hənuz ki, bu müşəxəs eləyir ki, Albanlar bir zaman burada hökumət eləyibdilər və Məsihidilər. Və Qarabağ Savaşından sonra da bunlar özləri dedilər ki, biz türk soyluyuq, fəqət məzhəbimiz fərq eləyir, biz erməniyik, siz müsəlmansınız. O erməniləri ki, qərbdən gəliblər, onlarla bunlar fərq eləyirlər. Çox məmnun, yorulmayasınız və ustaddan da çox təşəkkür eləyirəm. Təşəkkür edirəm. Heyf Aytabanın gözəl söhbətlərinin backgroundu bir miqdar səsdir. Lakin söz söhbətləri başa düşülür, amma o səs də vardı hər halda. Mən də Ay Döhdür çox təşəkkür edirəm bizi eşidənlərə. Ay Döhdürdən axır söhbəti alaq. Bilirəm ki, Eliyar bəy danışmayacaqlar. Əziz Elmiradan da təşəkkür edirəm. Atilla bəydən də, həmçinin siz əzizlərdən ki, hər zamanki kimi təşəkkürümüzü bildiririk ki, bizlə idiniz, bizi eşitdiniz, otağı yaydınız, sağ olasınız. Mehdi bəydən həmçinin, ayrı bir dostlardan da Twitterdə yayıblar, çox təşəkkür edirəm. Rəhim bəy, buyurun, axır söhbət sizdə. Çox sağ olasınız. Sizdən də təşəkkür edirəm ki, hövsələ ilə qulaq asdınız. Bu biləxərə tarixdir. Tarixdə də bizim rəhmimiz yoxdur. Hər nə mənə ki düzdür, biz onu deyəcəyik. Mən də sözü uzatmıram, çünki gələn cələsədə Şah Abbasdan danışacağıq və xanımlar, hətta ayrı bir cənbələr, din, şeir, bunlara da pərdaxt edəcəyik. Mən fəqət bir şeiri ilə Şah Abbasa deyiblər, bundan sözü qurtarıram. Xosro ایران که bu iqbal و bu توفیق ilə hər birər sultanə, hər xanə birər cəmcah olur. Bu ədalət, bu mürüvvət, bu kərəm kim onda var? Zat Mehdi tək xəlifə Həzrəti Allah olur. Etdi İran ölkəsinin rəşk gulzar canan,
Öylə kim rizvanə gər görsə ona dilxah olur. İsfahanə ərş-i əzəmdən mələik xeyldən küfr iman görmək üçün kəhkeşandı rah olur. Gecəz xeyrə qalsın. Çox yaşayasınız. Tamam dostların gecəniz gününüz xeyrə qalsın. Deyərlər ki, əxlaqa bağlanmayanda ziddiyyət də qaçılmazdır. Hər halda mən hörmətli Rəhəm Ağbayramı təşəkkür edirəm. Biləxərə bu danışıqlar çox sadəcə o dillə keçmişimizə bir baxış salır və der vaqiع İran türklərin başına gəlmişlərini böyüyün bizə sonda çox təşəkkür edirəm. Hər zamanki kimi bir şeirlə otağımızı bağlayıram. Sizi gözəl Allaha tapşırıram. İnşallah tezliklə bir daha 2 həftə sonra yəni otaqlarda görüşər. Əlbəttə Döktür Ziyanla da Firdevs otağına aparırıq. O da 7